Baxın, burada birinci sualda bizə nə deyir? Deyir, 2010-cu ildə X qəsəbəsindəki orta məktəblərin cəmi 150 nəfər məzun olmuşdur. Həmən ili, deməli, en saylı orta məktəbin məzunlarının 40%-i 24 nəfəri, yəni 40%-i, yəni 24 nəfəri ali məktəblərə qəbul olmuşdur. Yəni bu nə deməkdir? Bu X qəsəbəsindəki en məktəbinin tələbələrinin 40%-i eləyib 24 nəfər. İndi biz bu en məktəbindəki bütün tələbələrinin sayını, yəni 100%-ni X götürsək, belə bir tənasüb yazsaq, 40%-i 24 nəfərdirsə, bəs 100%-i neçə nəfərdir? X nəfər. Deməli, 40 vurulsun X bərabərdir 100 vurulsun 24. X bərabərdir 60. Deməli, buradan aydın oldu ki, en məktəbinin bütün tələbələrinin sayı 60 nəfərdir. Bu halda da indi bizdən soruşur ki, en saylı məktəbdəki məzunların sayı X qəsəbəsindəki bütün məzunların neçə faizini təşkil edir? Yəni, X qəsəbəsindəki bütün orta məktəblərin məzunlarının neçə faizini en məktəbli məzunları təşkil edir? Bu da biz əvvəlcədən bilirdik ki, həmən qəsəbədə cəmi 150 məzun var. Bu, bütün məzunların sayıdır. Buna 100% desək, en məktəbinin də 60 məzunu var ki, bu da olsun yenə də X faiz. Nəticədə 150X bərabərdir 6000, X də bərabərdir 40. Deməli, biz tapmış olduq ki, en məktəbinin məzunları X qəsəbəsindəki bütün məzunların 40%-ni təşkil edir. Növbəti sualımız 2 nömrəli sual. Çətin suallardan, yəni çətinlik yaradan suallardan biri də bu 2 nömrəli sualdır ki, yəni hansı ki 4-5 belə sual vardı burada. Baxın, deyir ki, yük avtomobilin bortunun eni 3 metr, uzunluğu 4 metrdir və hündürlüyü də 0,5 metrdir. Ölçüləri 14 santimetr, eni 14 santimetr, hündürlüyü 14 santimetr, uzunluğu 23 santimetr olan, yəni daşlardan ən çoxu neçəsini yükləmək olar bu yük hissəsinə. Yəni ümumilikdə nəzərə alaq ki, bizim yükümüz, baxın, belə bir paralelped şəklindədir. Biz bu yükü, deməli, bu yükdən ən çoxu neçəsini yükləyə bilərik bu maşının yük hissəsini. İndi uşaqlar, əvvəlcə maşının portunu təsvir eləyək. Fərz eləyək ki, belə bir portdan ibarətdir, belə bir görünüşdən ibarətdir və s. Yəni, təxmini. Bu portun dedik ki, uzunluğu 4 metrdir, yəni 4 santimetr. Daş 400 santimetr. Daşın ölçüləri santimetrlə verilibdir. Eni 300 santimetrdir, hündürlüyü də 50 santimetrdir. Uşaqların əksəriyyəti belə yanaşır. Portun həcmini tapır, bir dənə daşın həcmini tapır, portun bütün həcmini bir dənə daşın həcminə bölür. Deyir ki, hə, yəni bu qədər. Maksimum elə olanda 1330 eləyir. Amma bu düzgün yanaşma deyil. Səbəb çünki daşın ölçüləri 14, 14, 23'dür. Məsələn, bu portun hündürlüyünə mən daşı elə düzə bilərəm ki, portun hündürlüyünə 14 santimetr olan hissəsi düşsün. Elə olanda 3 dənə daş yerləşəcək hündürlüyə. 8 santimetr boşluq qalar. Halbuki o 8 santimetr hündürlükdə olan boşluğa heç bir daş yerləşməyəcək. Amma siz bütün portun həcmini tapanda o 8 santimetrlər toplanır deyə, yəni onu bir dənə daşın həcminə bölünəndə o tam bölünəcək. Amma real olaraq həmən o 8 santimetr hündürlüyə heç bir daş sığdırmaq olmur. Ona görə belə eləmək düzgün deyil. Nə eləmək lazımdır? Həmən o daşın bu porta deməli 3 müxtəlif şəkildə yerləşdirilməsi mövcuddur.
onların hər üçünü yoxlamaq lazımdır. Məsələn, elə eləyə bilərsiniz ki, daşın həmən o 23 santimetrlik hissəsi portun uzunluğuna dursun. Bu şəkildə. O halda daşın, deməli, portun eninə 14 santimetr hissələri düşəcək. 14 santimetr hissələr düşəcək. Hündürlüyünə də 14 santimetr hissəsi düşəcək. İndi 50-nin içində 14 neçə dəfə yerləşir? 3 dəfə vurulsun. 300-ün içində 14 21 dəfə yerləşəcək. Amma həmən o uzunluq hissəsi 23 santimetrlik olan hissəsi portun uzunluğuna duranda isə 400-ün içində 23, deməli 17 dənə tam yerləşəcək. Və bu hasildə bizə 1071 verəcək. İndi belə eləyə bilərdik. Daşın həmən o 23 santimetrlik hissələri portun eninə doğru yerləşsin. Yəni, portun uzunluğuna 23 santimetr olan hissələr düşsün. Portun eninə 14 santimetr olan hissələri düşsün. Belə olan halda da, deməli, 400-ün içində 14, 28 dəfə tam yerləşir. 300-ün içində 23-ün özü 13 dəfə yerləşir. 50-nin içində yenə də 14 santimetr hissə yerləşir 3 dəfə. Bu halda 3 vurulsun 13, vurulsun 28. Bu da bizə 1092-ni verəcək. İndi bir də belə eləyə bilərdiniz ki, həmən o daşın 23 santimetrlik hissələri portun hündürlüyünə doğru yerləşsin. Bu halda 50 santimetrin içində 23 santimetri 2 dəfə tam yerləşdirə bilərik. Yəni 2 dənə daş yerləşdirə bilirik. 14 santimetrlik hissə 300-ə doğru 21 dənə tam yerləşəcək. 400-ün içində də 28 dənə yerləşmiş olur. Nəticədə 2 vurulsun 21, vurulsun 28. Bu da bizə 1176-nı verəcək. Deməli, biz burada ən çoxu soruşursa 1176 dənə daş yerləşdirə bilərik. Ən azı da 1071 dənə. Aydındır? Daha sonra uşaqlar 3 nömrəli sual. Təkrar sualdır. Bu da təkrar düşmüşdür. Baxın. 6 dənə qatar PL, KMNS müxtəlif vaxtlarda, hansı ki 7-də, 8, 9, 10, 11, 12 vaxtlarında stansiyadan çıxır. Burada sizə deyir ki, L və M qatarları stansiyadan S-dən sonra çıxmayacaq. S-dən sonra çıxmayacaqsa L ilə M, onda S-dən əvvəl çıxacaq. Sonra isə deyir ki, N qatarı M və K-dan əvvəl çıxmayacaq. N qatarı S və K-dan əvvəl çıxmayacaq. Bu deməkdir ki, N qatarı M-dən də sonra çıxır, K-dan da sonra çıxıbdır. Amma deyir, S qatarı N-dən sonra P-dən əvvəl çıxıbdır. Yəni, bu 6 dənə baxın, uşaqlar, biz bildik ki, bu deyilən məlumatlara əsasən L-də, K-da, M-də, N-də S-dən əvvəl çıxıb stansiyadan. Təkcə S-dən sonra P yola düşübdür. İndi bu vaxtlara əsasən deməli S 11:00-da yola düşübdür. Daha sonra 4 nömrəli sual. Yəni bu kimi suallarla çox qarşılaşmışsınız uşaqlar. Hansı ki o diri qadınların hüquqları haqqında və yaxud deyir filan ildə məsələn A bölgəsindəki yanğınlar nəticəsində yaşıllıqların bir hissəsi yox olubdur. Nəticə nə ola bilər və s. Yəni bu kimi suallardan biridir. İndi burada nə deyir? Deyir, X ölkəsində kondisionerin istehsal xərci Y ölkəsində kondisionerin istehsal xərcindən 12% azdır. Daşınma və gömrük rüsumları da əlavə edilsə belə, hər hansı bir şirkət üçün X ölkəsindən Y ölkəsinə kondisioner ithal etmək, Y ölkəsində kondisioner istehsal etməkdən daha ucuz başa gəlir. Bu nə deməkdir? Deməli, zaten X-də istehsal etmək, Y-də istehsal etməkdən 12% ucuza başa gəlirdi. Hələ bunun daşınma xərci, gömrük rüsumları falanı nəzərə alaraq yenə də X-də istehsal edib Y-ə daşımaq, Y-də istehsal etməkdən ucuz başa gəlirsə, yəni bu
deməli bu daşıma xərcləri və rüsum o 12%-i aradan qaldıra bilmir. Yəni o daşıma xərcləri və rüsum o 12%-dən azdır. Ona görə yenə də X-də istehsal edib Y-ə idxal etmək bizə sərf eləyir. Baxın, X ölkəsindən Y ölkəsinə kondisioner daşınmasına çəkilən xərc Y ölkəsində kondisioner istehsalına çəkilən xərcin 12%-dən azdır. Yəni doğru variant A variantıdır da. Yəni zaten X-də istehsal etmək, Y-də istehsal etməkdən 12% ucuza başa gəlirdi. Hələ yəni o X-də istehsal edib Y-ə daşımaq, bu daşınma xərcləri, rüsumlar nəzərə alınaraq, yenə də X-də istehsal edib Y-ə idxal etməyə bizə sərf eləyirsə, ucuz başa gəlirsə, deməli o daşınma xərcləri o Y-in istehsalına çəkilən xərcdən 12% azdır. Növbəti sualımız 5 nömrəli sual. Burada görək necə bir qanuna uyğunluq var. İlk iki şəkil arasında nə əlaqə var? Elə bir ki, biz bu şəkli 180 dərəcə fırlatmışıq, sadəcə rəng dəyişibdir. Bunu 180 dərəcə fırladanda, bu fiquru solda qeyd edirəm, bunun 180 fırlanması bu şəkildə olacaq. Və nəzərə alın ki, rəngi dəyişib, qara olubdur və o xəttin özü də uc nöqtəyə düşüb. İndi mən də verilən fiquru 180 dərəcə fırlatsam, düzbucaqlı yuxarıda qalacaq. Həmən o xəttin özü bu şəkildə aşağı düşəcək. Amma düzbucaqlı hissəsi ağ olacaq da, rəng dəyişməli idi, əksinə dəyişməli idi. Bu da bizə D variantını verir. 180 fırlat, rəngini dəyiş, xətti də ən uc nöqtəyə çək. 6 nömrəli sual. Baxın uşaqlar, burada deyir ki, verilmiş hansı iki sözün hərflərinin hər birindən yalnız bir dəfə istifadə edilən sözlər, bir dəfə istifadə etməklə yeni söz yaradar. Yəni bu verilən hissələrin hər hansı ikisini birləşdir, yəni hərflərini birləşdir, yerlərini dəyişmək də mümkündür. Yeni bir söz düzəlt, amma hər bir hərfdən bir dəfə istifadə et. Yəni, məsələn, burada baxın uşaqlar, 2 nömrəli il sözü ilə 5 nömrəli aya, baxın, bu 3 dənə hərfi, cəmi 6 hərfi. Bu 6 dənə hərfdən istifadə edərək layihə sözünü düzəldə bilərik biz. Baxın, ədən də bir dəfə istifadə etdik, adan da, idən də, yıdan da, lıdan da, hıdan da. Cavabımız 2-5 olmuşdu burada. Amma uşaqların əksəriyyəti burada marxal sözünü qeyd eləmişdi. Necə? Yəni, burada 1 və 3-dən marxal sözünü də düzəltmək olur. Sadəcə din bunu qəbul eləməmişdi ki, bu söz bizim orfoepik lüğətdə yoxdur. Ona görə, amma dialekt lüğətdə var bu söz. Daha sonra 7 nömrəli suala baxaq. Burada yox, dimi apellyasiyaya müraciət olundu, qəbul eləmədi. Yəni də eləməz də, adam özünü inkar eləməz. 7 nömrəli sualda uşaqlar, baxın, fikir versəz əgər, sol yuxarıdakı bu dörd bucağın, baxın, bu aşağı hissəsi elə aşağı sağdakı, deməli, bu 4də 1 hissədə də var. Sonra, məsələn, aşağı sol tərəfdəki 4də 1 hissənin üstü, yuxarı sağda 4də 1 hissənin üstü ilə eynidir. Yəni, bilirsiniz, burada nə eləmək lazımdır? Deməli, siz buradan fikir verməliydiniz ki, bu 4də 1 hissələr eyni olmalıdır. Necə? Məsələn, bununla yuxarı soldakı ilə aşağı sağdakı eyni olmalıdır. Yuxarı sağdakı ilə aşağı soldakı eyni olmalıdır və eyni olması üçün deməli, aşağı soldakı hissənin aşağı hissəsi yuxarı sağda çatmır. Yuxarı soldakı hissənin də üst hissəsi aşağı sağdakı 4də 1 hissədə çatışmır. Yəni, baxın, bu hissəni biz bura yerləşdirməliydik. Bunun özünü də bura yerləşdirməliydik. O da bizə C variantını verəcək.
8 nömrəli sual kəsikdir. Yəni çox qarşılaşdığımız bir sual tipidir. Ən əsası fikir vermək lazımdır ki, diaqonal xəttə nəzərən qatlanıbdır vərəq və ən aşağı sağdakı künc hissə qaradır. Ona fikir vermək lazımdır. Ona görə məsələn B variantını silirik, A variantını silirik. Sonra digər yerdə qalan o 3 dənə variantda fikir versəz, əvvəlcə biz deyirik ki, baxın bu aşağı hissədə bu bizə verilən kəsiyin özü olmalıdır ki, sonra tərsin açanda simmetrik olaraq diaqonal xəttə nəzərən açanda vərəqi, onlar simmetrik olaraq həm digər hissələrdə də yaransın. Yəni məsələn mən Y variantında aşağı hissədə mənə verilən kəsiyi görmürəm də, çünki bunun aşağı hissəsindəki baxın bu dairəyə aldığım kəsik sağdan sola mailidir, amma Y-nin aşağı hissəsi soldan sağa mailidir. Ona görə Y də səhvdir. Daha sonra indi biz burada C variantına baxsaq, o da səhvdir. Niyə? Çünki baxın bizə verilən kəsiyin sol tərəfi. Həmən o qara kəsik var ki, o sağdan sola mailidir. Yəni onun istiqaməti baxın bu şəkildədir. Bu şəkildədir. Amma bizə C variantında tam əks vəziyyətdə verilibdir deyə C variantı da olmur bizim cavabımız. Bir dənə D variantı doğrudur. 9 nömrəli sual, yəni dəhşət dərəcədə bu kubdan istifadə olunubdur qəbullarda. Yəni sadəcə burada nəyə fikir verməliyiz? Qara nöqtənin qonşu üzləri damalı üzdür, bir də qara bucaqlı üzdür. Yəni məsələn A variantı baxan kimi səhvdir də, çünki qara nöqtə damalı üzə tərəf birləşməlidir. Damalı üzə birləşən tərəfdə olmalı idi. Yəni ona görə A variantı səhvdir. Eyni zamanda B variantı da səhvdir, çünki qara nöqtə o küncləri qara olan üzə birləşibdir, amma B variantında tam əks tərəfdə verilibdir. Sonra uşaqlar, mən burada D variantına baxanda D variantı da yenə də deyirik ki, səhv ola bilər, çünki qara nöqtə bir üzü damalı üzdürsə, bir qonşu üzü damalı üzdürsə, digər qonşu üzü küncləri qara bucaqlar olan üz olmalı idi. Bir tərəfdən damalı üzə, bir tərəfdən də o qara bucaqlı üzə birləşməli idi. Amma D variantında qara nöqtənin deməli qonşu bucaqları düzgün verilməyibdir. Daha sonra yəni C variantına fikir versəz, C variantı tamamilə doğrudur. Bir dəfə C variantını sola aşırdıb yerindəcə sağa fırlatsaz, bizə verilən şəkili ala bilirik. Məsələn, Y variantında səhvlik nədir? Y variantında səhvlik odur ki, mən Y variantındakı o üstdəki damalı üzü bizə verilən şəkildə də üstdə görürəm. Amma o sağdakı qara bucaqlı üzün qarşı tərəfə gəlməsi üçün mən bu verilən şəkli bir dənə yerindəcə sola fırlatmalıyam. Yerindəcə sola fırlatdığım halda o qara bucaqlar qarşı tərəfdə baxın bu şəkildə düşməli idi. Sağdan sola maili istiqamətdə olmalı idi. Sağ yuxarı, sol aşağı künc qara olmalı idi deyə Y də səhvdir. Amma C variantı tamamilə doğrudur. Uşaqlar başa düşməsəz soruşun, bir də izah edeyim. 10 nömrəli sual. Məsələn, bu şəkil mənim uşaqların əksəriyyəti elə özüm orada cavablarını yoxlayanda, yəni görürdüm ki, yəni çox belə diqqətsizlikdən səhv ediblər bu sualda. Yəni birincisi A variantına baxın, bu A variantının aşağı hissəsi yəni heç də uyğun deyil. Ümumiyyətlə bu kimi şəkillərdə nə etmək lazımdır? Siz bunu sol tərəfi, üstü, altı düz xətlərlə tamamlayın ki, baxın sağdakı fiquru almaq istəyirsinizsə, və bunu həmən o xətlərlə tamamlayın ki, yəni sizə lazım olan fiqur, baxın bu çəkdiyim fiqurdur, sol hissəsi. Çəkdiyim formada olmalıydı. Amma indi siz buradan fikir verin. Heç görün Y var, A variantının üstü, altı düz deyil, axı heç oturmayacaq. Y variantı da C də düzgün deyil. Deməli, Y də düzgün deyil. B ilə D arasında qalsaq, uşaqlar, burada nəyə fikir vermək lazımdır? Deməli, burada, məsələn, siz görürsünüz ki, D variantının üst hissəsi
çox incə, nazik şəkildə bir çökükdür. Amma mənə verilən şəklin bu üstünü tamamlamaq üçün daha çox dairəvi bir çökük lazım idi ki, hansı ki o da B variantının aşağı hissəsində var. İndi B variantını 180 dərəcə fırladıb verilən şəklin soluna birləşdirmək lazım idi. 11 nömrəli sudoku. Uşaqlar, baxın 2024-ün ikinci qəbuluna da eyni ilə belə tipdə bir sudoku düşübdür. Amma o sudoku buna nisbətən biraz çətindir. Amma bu çox az vaxt alır. Yəni bunu yazmaq olar da, yəni o qədər çətinliyi yoxdur. Yəni siz sadəcə bir dənə blokların paralel olmadığını görürsünüz. Yəni bəzən olur ki, bu kimi sudokular daha tez tapılır. Yəni məsələn siz bir dənə fikir versəydiniz ki, mən sol yuxarıdakı bloka 1 yazmalıyam, amma ən üstdəki sətirdə 1 var deyə bu üçünə 1 yaza bilmərəm. 2-nin üstünə 1 yaza bilirəm. Daha sonra bir dənə də deməli burada nəyə fikir vermək lazımdır? Ortadakı A-nın olduğu bloka 3 yazmalıyam. Amma bu blokun aşağıdakı 3 dənə damasına 3 yaza bilmərəm. Həmən sətirdə 3 var. Üçüncü sütunda da 3 var deyə. Ancaq mən A-nın üstünə 3 yaza bilərəm. Eyni zamanda bu bloka, ortadakı bloka 2 yazmalıyam A-nın olduğu bloka. Aşağı sətirdə 2 yaza bilmərəm, çünki 2 var həmən sətirdə. 3-ün sağına 2 yaza bilərəm. Daha sonra bir dənə də siz uşaqlar fikir versəz, deməli 2-nin olduğu 3-cü sütunda nələr çatmır? 1 çatmır, 5 çatmır. Mən 2-nin üstünə 1 yaza bilmərəm 3-cü sütunda. Çünki həmən sətirdə 1 var. Ona görə 2-nin üstünə 5, 2-nin altına 1 yazacağım həmən ortadakı bloka. Bir dənə də burada nəyə fikir vermək lazımdır uşaqlar? İndi bizim burada yuxarı soldakı blokumuzda 1, 2, 5 var, 3 ilə 4 çatmır. İkinci sütunda 3 var deyə, yəni 3-ün üstünə 4 yaza bilərəm, sola 3 yazıram. Ən üstdəki sətirdə 2 çatmır. İndi daha sonra nə etmək lazımdır? Ən sol tərəfə, ən sol birinci sütuna fikir versəz, 1, 2, 3 var, 5 ilə 4 çatmır. Deməli, mən ən altdakı sətirə 4 yazım da, ondan üsttəki sətirdə 4 var. Ona görə yuxarı 5 yazıram, aşağı 4 yazıram. Daha sonra burada uşaqlar bir dənə siz nəyə fikir verməliydiniz? A-nın olduğu blokda nə çatmır? A-nın olduğu blokda 1, 2, 3 var, 4-dən 5 çatmır. A-nın yerinə 4 yaza bilmərəm, o sütunda 4 var. A-ya 5, sağ tərəfə 4. İkinci sətirdə 1, 3, 2 var, 4-dən 5 çatmır. İndi mən burada sağa 4 yazım, sola 5-də toqquşma olmasın deyə. Daha sonra 4-cü sütunda 1, 4, 5 var, 3 ilə 2 çatmır. Ən altdakı sətirdə 3 var deyə 3-ün sağına 2, üstə 3 yazıram. Daha sonra ən sağdakı sütunda 2, 4, 3 var, 5 ilə 1 çatmır. Ona görə mən yuxarı 5 yaza bilmərəm. B-yə 5 yazıram, üstünə 1 yazıram. B-ni də tapdıq, A-nı da tapdıq. İkisi də 5-dir deyə cəmi edir 10. 12 nömrəli sualda deməli ağcaqovaq ağacın bir növüdür. Yəni söyüd ağacdır, çinar ağacdır, nə bilim küknar ağacdır. Bunlar ağacın növləridir. Eyni zamanda ağcaqovaq da ağacın bir növüdür və onun gövdəsi var. İndi biz buna necə yanaşa bilərik uşaqlar? Biz burada deməli gövdə deməli ağacda olur. Ağacın da bir növü ağcaqovaqdırsa, dimdik quşda olur. Quşun da bir növü bülbüldür. B variantını götürə bilirik. Səhifə hekayədə olur. Hekayənin bir növü kitabdır deyə bilmərik. Tikan qızılgüldə olur. Ümumiyyətlə, qızılgülla gülün yeri dəyişik olsaydı düz götürə bilərdik. Digər variantlar uyğun deyil. 13 nömrəli sual. Deməli, 13 nömrəli sualda necə bir qanuna uyğunluq var? Baxın uşaqlar, burada biz sol tərəfi də ortanın üstünə simmetrik aşırdırıq.
Sağ tərəfi də ortanın üzərinə simmetrik aşırdırıq. Ən sağdakı şəkil alınır. Ya da ki, belə də eləyə bilərdiniz. Soldakı dördbucağı ortanın üzərinə yerləşdirin olduğu kimi. Sağdakını da ortanın üzərinə qoyun. Alınanı sonra simmetrik güzgü əksi aşırdın. Sağa və yaxud da sola. Ya o şəkildə yanaşın. Ya da birbaşa sağ tərəfi də ortaya, sol tərəfi də ortaya qatlayın. Alınan fiqur sağ tərəfdə verilən fiqurdur. İndi biz burada məsələn sol tərəfi sağa simmetrik aşırtsaq, həmin o künclərdəki qaralar simmetrik olaraq orta hissədə baxın bu şəkildə düşəcək. Sağ tərəfi də ortanın üzərinə qatlasaz, dairə tamamilə baxın bu hissələri örtəcək. Bir dənə sol yuxarı künc ağ olacaq. O da Y variantında doğrudur. Daha sonra 14 nömrəli sualda bizə deyilir ki, mizraq lövhəsi mərkəzi C nöqtəsi olan iki konsentrik dairədən ibarətdir. Dairələrin radiusları 2 ilə 3'dür. Eyni zamanda uşaqlar burada məsələn pinin verilməməsi sizi çaşdırmasın. Yəni pi verilsə yenə də ixtisar gedəcək, verilməsə də heç bir mənası yoxdur. Siz buradan ümumiyyətlə bizə deyir ki, atılan bir mizrağın rənglənməmiş sahəyə düşmə ehtimalı neçədir? Yəni 2021-22-ci illərin qəbullarında 23-də həmişə bizə kvadrat verir. Kvadratın içində üçbucaq formasında, nə bilim və yaxud da sadəcə damalar, yarımçıq damalar rəngli olur. Trapesiya formasında verilən ağ hissələr olurdu ki, bir dənə nöqtə qeyd eləsəm, həmən hissənin rəngsiz hissəyə və yaxud da rəngli hissəyə düşmə ehtimalı neçə olar? Yəni onlardan da asan bir sualdır. Çünki siz təkcə burada bir dənə çevrənin sahəsini tapmalısınız. Çevrənin sahəsi, daha doğrusu dairənin sahəsi pi kvadratı ilə hesablanır. İndi burada ağ deməli dairənin radiusu 2-dir. Ümumilikdə böyük bir dairənin radiusu da uşaqlar, çevrənin radiusu da deməli 3'dür. İndi bunların ehtimal nə idi? Ehtimal hər hansı bir hadisənin ehtimalı əlverişli hallar sayının ümumi hallar sayına olan nisbəti idi. Yəni indi sizdən burada ağ hissəyə düşmə ehtimalı neçədir deyirsə, əlverişli hal ağ hissənin sahəsidir. Yəni siz kiçik çevrənin sahəsini tapsaz, S bərabərdir pi vurulsun 2'nin kvadratı. Bu sizə 4 pi verəcək. Böyük çevrənin sahəsi pi vurulsun 3'ün kvadratı 9 pini verəcək. 4 pinin də 9 piyə olan nisbəti 9'da 4 eləyəcək. Pilər ixtisar gedir. İndi pini çox vaxt suallarda 3 verir. Versində 3 nə mənası var? 9'da 4 olur burada cavabınız. 15 nömrəli sual, bu da yəni asan bir sualdır. Sadəcə yer dəyişməyə fikir verin. Fiqurlar saat əqrəbinin əksi istiqamətində yerini dəyişir. İndi kvadrat burada aşağı düşməli idi. Romb aşağı sağ tərəfə keçəcək. Üçbucaq sol tərəfə keçəcək. Dairə də yuxarı sağ tərəfdə. Ona görə bu variant deməli harda var? Bir dənə Y variantı doğrudur. Hər bir fiqur saat əqrəbi əksi istiqamətində yerini dəyişir. 16 nömrəli sual. Baxın, bununla da çox qarşılaşmışsınız uşaqlar. Sizə deyir ki, variantların hansı 4'ünü yuxarı yerləşdirə bilirik? Biri artıqdır. Həmən o artıq olan hissəni tapın. Deməli, burada baxın, sağda sizin üçün belə bir çıxıntı verilibdir. Həmən çıxıntı ya C ola bilər, ya da D ola bilər. İndi yoxlamaq üçün biz bir dənə D-ni götürüb üst tərəfdə qeyd eləsək, plus şəklində. Baxın, bu D-dir. İndi bu aşağı hissədə, aşağı sağ tərəfdə yaranan o çıxıntı ancaq və ancaq A ola bilərdi. Amma A-da şaquli 3 dama var. O bura yerləşmir.
Deməli, mən bura artıq yuxarı sağ tərəfdəki çıxıntını D şəklində yerləşdirə bilmirəm. Ora C-ni yerləşdirməli idim. Ora C-ni yerləşdirməli idik ki, hansı ki, deməli, sətir üzrə 4 dama bu şəkildə. Yuxarı və sağa çıxıntıları olacaq. İndi A-nın özünü, deməli, baxın, buradan belə yerləşdirəcəyik. Aşağı sağ tərəfə çıxıntısı olan A olacaq. Həmən o D variantını, baxın, bu aşağı orta hissəyə yerləşdirəcəm. Sol tərəfə də bir dənə B variantı yerləşəcək. Y artıqdır. Yəni, Y-ni biz burada yerləşdirə bilmirik. 17 nömrəli sual tərəzidir. Çox rahat bir tərəzidir. Yüklərin çəkiləri 1-dən 9-a qədər qiymət alır. Doğru olmayanları soruşur sizdən. Doğru olmayan variantları. Baxın, ən yuxarıda 2 dənə tərəzi verilibdir. O tərəzilərin soldakının sol tərəfində bir yük var. Sağ tərəfdə isə 6 yük var. Bu bir yük 6 yükdən ağırdır. İndi hər bir yükün çəkisi də maksimum 9 ola bilir. İndi biz burada sağ tərəfə dairələrə 1 qiymətini verək, kvadratlara 2 qiymətini verək ki, ən kiçik qiymətlər verək ki, onların cəmi nə 9, nə də 9-dan çox olmasın. Çünki sol tərəfdə bir dənə yük var, onun çəkisi maksimum 9 ola bilir. İndi bu halda qara dairənin çəkisi 9 olur. Sağ tərəfdəkilərin cəmi də 8 olur. İndi, baxın ki, burada ikinci tərəzidə isə sağ tərəfdə 3 yük var, sol tərəfdə 6 yük var və bu 3 yükün soldakı 6 yükdən çox olması üçün qiymətlər cəmi. Mən sol tərəfə daha kiçik qiymətlər verməliyim. Bizim də ən kiçik rəqəmlərimiz 3, 4, 5 qalıbdır. Sayı çox olan fiqurlara ən kiçik qiymətlər verək ki, cəm az olsun. Yəni, üçbucaqlara, ağ üçbucaqlara 3, qara üçbucaqlara 4, ağ kvadrata 5 verdiyim halda 22 eləyir bu cəm. İndi sağ tərəfdə deməli, sağ tərəfdə nə baş verir? İndi 3 dənə yük var, ən böyük qiymətim 8-dir. Mən burada cəmin maksimum olması üçün təkrarlanan fiqurlara böyük qiymətlər verməliyəm. Məsələn, boz kvadratlara 8, ağ dairəyə 7 verək, bu cəm 23 eləyir. Hələ sol tərəfə ən az, sağ tərəfə ən çox yük verdiyim halda bir vahid fərqinə bu, deməli, görünüş ödəyir. İndi burada istifadə eləmədiyim bir dənə yük var. Hansı ki, tərəzidə görünməyən bir dənə yük var. O yükün qiyməti burada istifadə eləmədiyimiz ədəddir. Yəni 6-dır. Həmən yükü, məsələn, variantlarda siz görürsünüz ulduz şəklində. Deməli, ulduzun qiyməti 6-dır. Ağ dairəyə də 7 idi, 8 də boz kvadratdır. Qara dairələr 9, 9, 1, 2. Sağ tərəfdə 21 eləyir, sol tərəfdə. Bu doğrudur. 2 olan variantları silirsiniz. Bizdən düzgün olmayanlarını soruşur. Daha sonra birinci sualda ağ üçbucaqlar 3-dür. Sol tərəfdə 8 ilə, daha doğrusu 5 ilə 4, 9 eləyir hər tərəf. Bu da doğrudur deyə birin olduğu variantları da silirsiniz. Üçüncü şəkildə, deməli, ulduz 6-dır, ağ dairə 7-dir, boz dairə 1-dir, ağ üçbucaq da 3-dür, 17 eləyir sol tərəf. Sağ tərəfdə 9, 5, 14 elədi, üçbucaq 4, 18, bu da 2, 20 elədi. 3 doğru deyil. Daha sonra 3 doğru deyil, dördüncü şəkli yoxlasaz. 6, 6, 1. Bura 13 eləyir sağ tərəf. Sol tərəfdə də 5, 5, 5, 4, 19. 4 də doğru deyil deyə cavabımız olur 3, 4. Yəni doğru olmayanlar. Amma 5-i yoxlasaz doğrudur. 18 nömrəli sual. Yəni elə bil ki, uşaqlar, bizim bir neçə dəfə deməli qarşımıza çıxan sual tipi vardı ki, Elnara, məsələn, ağlında 3 rəqəmli bir ədəd tutur. Onu tapmaqdan ötürü digərləri müəyyən bir ədədlər söyləyir. Hansı rəqəm nəzərdə tutulan ədəddə varsa, ona görə plus qoyulur. Yeri də doğrudursa, var və yeri də doğrudursa plus qoyulur. Var, yeri səhvdir, minus qoyulur. Yəni, rəqəm əgər nəzərdə tutulan ədəddə yoxdursa, ona görə plus da, minus da qoyulur. Yəni, o tipdə bir sualdır.
İndi nəzərdə tutulan bir 4 rəqəmli ədəd var. Və o 4 rəqəmli ədədi tapmaqdan ötürü, məsələn, 1459, 3168 kimi belə bir ədədlər qeyd olunubdur. Və bu ədədlərin, rəqəmlərin hansına ki n yazılıbdır, deməli, o rəqəm nəzərdə tutulan ədəddə var və yeri düz deyil. Hansılarına görə x qoyulubdur ki, o deməkdir ki, həmən rəqəm ümumiyyətlə nəzərdə tutulan ədəddə yoxdur. Hansına görə y qoyulubsa, deməli, o rəqəm nəzərdə tutulan ədəddə var və yeri də düzdür. Məsələn, baxırsınız ki, 4, 5, 9-a görə x qoyulubdur. Deməli, nəzərdə tutulan ədəddə 4 də yoxdur, 5 də yoxdur, 9 da yoxdur. Deməli, variantları silirsiniz. 4, 5-in, 9-un olduğu variantları. Sonra, məsələn, ikinci 3168 verilibdir. 3-ə görə x qoyulubdursa, deməli, 3 nəzərdə tutulan ədəddə yoxdur. Onu da sildiniz. Daha sonra baxırsınız ki, B variantında da 3 var, onu da sildiniz. Bir dənə cavabınız qaldı C variantı. Və yaxud məsələn görürsünüz ki, ən sonuncu 0816 və bu rəqəmlərdən 816-ya görə y qoyulubdur. Deməli 8-in də yeri düzdür, 1-in də 6-nın da. Birinci rəqəmə, baxın, birinci rəqəmlərin heç birinə görə burada y qoyulmayıbsa, deməli birinci rəqəm burada verilməyibdir. O da C variantında görürsünüz, 2 şəklində qeyd olunubdur. Müəllim, bağışlayın. Burada, yəni bu qaydalarda sırayla gedir də, yəni hərflər. Hə, yəni əslində bizim işlədiyimiz testlərdə sırayla deyildi. Məsələn, belə deyək də, n elə bil ki, təkcə bir dənə oradakı 4 dənə rəqəmin birinə görə n qoyulurdu. İndi bilmirdin o 4-dür, 5-dir ya x 9-dur. Yeri dəyişə bilirdi, amma burada sırayla qeyd olunubdur. Bəli, biz işlədiklərimizdə qarışıq idi deyə ona görə soruşdum. Burada amma sırayla qeyd olunubdur. İmtahanda da biraz o çaşdırırdı məni. Elə bilirdim ki, yerləri dəyişikdi yenə. Amma sonra gördüm ki, yox, sonra düz yazdım elə. Həmişə sırayla olmur, yox. Daha sonra 19 nömrəli sual. Bu da bəsit bir sualdır uşaqlar. Yəni burada sadəcə yer dəyişmələrə fikir verirsiniz də. Elə bil ki, fiqurların özü hər dəfə bir addım sola keçir. Məsələn, kvadrat keçdi ortaya. Sonra ən solda olacaq. Daha bir dənə də sola gedəndə yer yoxdur deyə qayıdır ən sağa. Ən sağdakı fiqurumuz kvadrat olmalıydı. Sonra üçbucaq keçdi sola. İkinci şəkildə birinci yerdədir. Bir dənə də sola getsək, ən arxaya qayıdır. İndi bir dənə də sola keçsə, olacaq orta hissədə. Düzbucaqlı da deməli olacaq birinci yerdə. Rəngə baxsaz, rənglər sağa doğru dəyişir. Məsələn, baxın, bu ağ, birinci fiqur ağdır, sonra ikinci, sonra üçüncü, yenə də birinci ağ olacaq. İkinci qaradır, üçüncü qaradır. İndi yenə birinci qaradırsa, indi orta hissədəki fiqur qara olmalıydı. Bir dənə C variantı ödəyir. 20 nömrəli sualda sadəcə fərqdir. Baxırsınız ki, ardıcıllıqda demişəm, əgər burada hədlər arasında görürsünüz ki, getdikcə azalma var, deməli, hansısa ədədləri çıxmışam. Daha sürətlə azalma varsa bölmüşəm. Yəni, bu şəkildə yanaşmalıydınız. Məsələn, 801-dən mən 30 çıxmışam. Sonra 29 çıxmışıq, sonra 28 çıxmışıq, 27 çıxmışıq, 26 çıxırıq, sonra da 25 çıxacaq 661-dən, o da bizə verəcək 636 ədədini. Sonra 21 nömrəli sualdakı qanuna uyğunluq nətərdir uşaqlar? Deməli, söz mətndə olur və yaxud da mətn sözdən ibarət olur. Ayaq böcəkdən ibarət olmur, sinir beyindən ibarət olmur, saç başdan ibarət olmur, budaq ağacdan ibarət olmur, toxuma hüceyrədən ibarət olur. Sonra 22 nömrəli sual, baxın, 65-in rəqəmləri cəmi 6 plus 5 11 eləyir, 6 minus 5 1 eləyir, 8 plus 6 14, 8 minus 6 2. Buna əsasən, deməli, rəqəmləri cəmi 10, fərqi 2 eləyən birinci sütunda. Bu 20-lər ola bilmir, 12 də ola bilmir, 64 ödəyir. Amma
Sağdakı sütunda isə rəqəm cəmi 6 fərqi 2 eləyən 33 ödəmir. 42 ödəyir deyə B-dir. Bir dəqiqə uşaqlar. Baxın burada 23 nömrəli sual var ki, Evet, 23 nömrəli sualda baxın deyir, qızlarla oğlanların şahmat yarışı keçirdiyi deyilir. 3 dənə qız, 3 dənə də oğlan var. 3 qız, 3 oğlan var. Və bunlar deyir ki, eyni anda bir qız, bir oğlanla şahmat oynamalıdır. Neçə müxtəlif üsulda? Neçə mümkün hal var burada? Valla bu eyni anda oynayır deyir deyə. Bunun cavabı 6'dır. Niyə? Çünki tutaq ki, oğlanlardan biri qızlardan birini seçirsə oyun oynamağa 3 üsulla birini seçə bilir də. Yəni 3 dənə seçim şansı var. 3 müxtəlif üsulda seçə bilir. Amma birini seçdisə, ikinci şəxs üçün oynamağa 2 qız qalıbdır. O 2 üsulla seçə bilir qızlardan birini. Amma o da birini seçəndə üçüncüyə artıq bir dənə qız qalıbdır. Deyə bunların hasili bizə 6'nı verir. Əgər sual olunsa ki, eyni anda deməsəydi nətər olardı? Eyni anda deməsəydi, deməli, hər bir oğlan bu 3 dənə qızın hər biri ilə şahmat oynaya bilərdi deyə hər biri üçün 3 mümkün hal olacaqdı. 3 vur, 3 vur, 3. Bu bizə 27'ni verərdi. Yəni bu keçən il deyirəm, keçən imtahandır da, fevraldakı imtahan. Bəli, bəli, fevraldakı 2025-in fevralında. Yəni sən Bu düşünmüşdün, amma uşaqlar bilmir. bəli. Bu yəni bundan çətin düşə bilər, yoxsa bundan asan düşə bilər? Yox, Bizim əslində fikrimiz biz nədir? bundan da asan gözləyirik ikincini. Yəni burada artıq yetərincə Doğrudan. çətin səviyyəli suallar var. Yəni görək inşallah ki, elə olar. İnşallah müəllim, inşallah Allah Baxın, özü seçsin. daha çox uşaqlar, daha çox müzakirələrə səbəb olan suallardan biri də baxın bu 24 nömrəli sualdır. Verib il, rüb, estafetlə. Ümumiyyətlə estafet nədir? Yəni bu sual çox az sayda uşaq düz yazmışdı. Yəni düzdür, yazanlar əksəriyyəti yəni bilmədən sadəcə variant atanlarda düz çıxmışdı, amma yəni bilərəkdən yazan çox az saylı uşaqlar vardı ki, baxın burada estafet sözünün mənasını bilmək lazımdır. Estafet ümumiyyətlə nədir? Estafet deməli məntəqələrdən, mənzillərdən ibarət olan bir yarışdır. Estafet mənzillərdən ibarət olan bir yarışdır. Yəni il rüblərdən ibarətdirsə, estafet də mənzillərdən ibarətdir. 25 nömrəli sual. Kvadrat müstəvi fiqurudur. Kub fəza figurudur. Ya da belə yanaşa bilərdiniz. Kubun bütün üzləri kvadratdan ibarətdir. Paralelipedin də bütün üzləri deməli uşaqlar yəni belə yanaşmayaq. Paralelipedin bütün üzləri paralelogram deyil. Amma yəni kvadrat müstəvi fiqurudur. Kub da fəza figurudur. Paralelogram müstəvi fiqurudur. Paraleliped fəza figurudur. Birinci müstəvi, ikinci fəza. Məsələn, üçbucaq da trapesiya da müstəvi figurudur. İki ölçülü deməli sistemdə verilən figurlardır. Məsələn, C variantında paralel, perpendikulyar heç də uyğun deyil. İkisi də müstəvidən söhbət edir. Segment, sektor, bunlar da eyni ilə müstəvi. Amma xətt nöqtə, bunlar da müstəvi. Bir dənə B variantı ödəyir. 26 nömrəli sual. Aşkar operatorlar mövzusuna aid olan bir sualdır. Neynəmək lazımdır? Həmişə demişəm ki, birinci mötərizənin içində verilən deməli operator hesablamaq lazımdır. Məsələn, mötərizənin içinə görə A5-dir, B elə B-dir. B-nin qiyməti verilməyibdir mənə. Mötərizədə indi biz 5 operator B-ni hesablayarkən A-ya 5 yazırıq, B olduğu kimi qalır, plus 3 var bir də. Bu bizə 8 plus B-ni verəcək. 8 plus B mötərizənin qiymətidir. 8 plus B mötərizənin qiymətidir. Amma sağ tərəfdəki operator olduğu kimi qalır. Onun da sağında B var. Bunun da qiyməti mənə deyir 25'dir. İndi biz burada aparıb yuxarıda A-nın yerinə 8 plus B,
B-nin yerinə eləcə B-nin özü plus 3 bərabərdir 25-ə yazmalıydı. 8 plus 3 11 eləyir. 2B bərabərdir 25-dən 11 çıxanda 14-ə. B də bizə verəcək 7-ni. Daha sonra 27 nömrəli sual var ki, hansı ki, asan bir mətndir. Köhnə qəbulların birində istifadə olunub 7-də ya da ki 8 belə bir şeydir. Baxın, cildlərinin rəngi müxtəlif, göy, yaşıl, qırmızı və sarı olan 4 dənə kitab var. Dedektiv, nağıl, roman və şeir kitablarıdır. Baxın, burada kənardan qeyd edirəm ki, bu kitablar dedektivdir, nağıldır, romandır, şeir kitablarıdır. Rəngləri də sarıdır, yaşıldır, göydür və qırmızıdır. Belə bir sadə şəkildə cədvəl qursanız uşaqlar, rahat şəkildə bunun cavabını tapmaq olur. Sadəcə verilən cümlələrə fikir vermək lazımdır. Hansı ki, biz bir neçə dənə bu kimi suallarla qarşılaşmışıq ki, deyirik, məsələn, Şəmkirin nümayəndəsi Bakının nümayəndəsi ilə İskəndərin arasında əyləşir. Deməli, İskəndər Şəmkirin də nümayəndəsi deyil, Bakının da nümayəndəsi deyil. Və yaxud da hətta o kimi bir mətndə deyir ki, filan kəs Sumqayıtın nümayəndəsi ilə Bakının nümayəndəsinin qarşısında əyləşibdir. Deməli, həmən şəxs Bakının Sumqayıtın nümayəndəsi deyil və s. İndi burada da, yəni sizə deyir ki, deməli, deyir, dedektiv və şeir kitabları göy cilddə deyillər. Dedektiv də göy cilddə deyil, şeir kitabda. Minus yazdı. Nağıl kitabı qırmızı kitabla romanın arasında yerləşir. Baxın, nağıl kitabı qırmızı kitabla romanın ortasında yerləşir. Deməli, roman da, nağıl da qırmızı cilddə deyil. Roman da, nağıl da qırmızı cilddə deyil. Daha sonra deyir ki, sarı cildli kitab nə şeir, nə də nağıl kitabıdır. Sarı cildli kitabda nə nağıl kitabıdır, nə şeir kitabıdır. Və daha sonra da deyir ki, yaşıl kitab sarı kitabdan və dedektivdən solda yerləşir. Yaşıl kitab sarıdan da solda yerləşir, dedektivdən də. Bu da o deməkdir ki, dedektiv sarı da deyil, yaşıl da deyil. Dedektiv sarı da deyil, yaşıl da deyilsə, qırmızı rəngdədir. Onda şeir kitabı qırmızı deyil, yaşıl deyil, sarı deyilsə, göy deyilsə, yaşıldır. Sarı, göy, qırmızı deyilsə, yaşıldır. Nağıl kitabı təkcə göy rəngdə ola bilir. Deməli, roman da sarı rəngdədir. Bizdən də soruşur ki, lüğət, o heç, hansı kitab qırmızı cilddədir? Qırmızı cilddə olan kitab dedektivdir. 28 nömrəli sual. Burada da uşaqlar, baxın, qeyri-aşkar operator tipində olan bir sualdır. Biz demişdik ki, əgər alınan ədəd 4 rəqəmlidirsə, baxın, onu bu şəkildə iki yerə ayırın, 2 dənə 2 rəqəmli ədədə ayırın, 11 və 24 kimi yanaşın. İndi burada birinci rəqəmlərin hasili 6 vur 4, 24 eləyəcək. İkinci rəqəmlərin cəmi 3 plus 8, 11 eləyəcək. Deməli, ikinci rəqəmlərin cəmini 7 ilə 1-in cəmini birinci yazmalıyıq biz, eləyir 8. 5 ilə 3-ün hasilini də 15 olaraq ikinci yazmalıydıq, cavab 815 eləyəcəkdir. 29 nömrəli sualda nə deyir bizə? Qeyri-aşkar operator. 1-in kvadratı, baxın, 1-in kvadratı plus 0-ın kvadratı. Bu bizə 1 verəcək, kök alanda da yenə də 1 qalacaq. 0-ın kvadratı, 1-in kvadratı, kök al yenə də 1. 3-ün kvadratı, 4-ün kvadratı 25 eləyir, kök alsaz 5. 6 və 8-in kvadratları cəmi 100 eləyəcək, kök alsaz 10. 5-in kvadratı ilə 12-nin kvadratı 144 ilə 25, 169 eləyir, kök alanda 13. Kvadratları cəmindən kök alar. 30 nömrəli suala fikir versəz, burada
deməli, fiqur verilibdir, içində bir də ədəd verilibdir. Məsələn, 4 və 4 bucaqdan 8, 16, 20 necə ala bilərik? Əvvəlcə belə eləyək. Bucaqlarla ədədi toplayaq. Yəni, içində verilən ədədlə həmən fiqurun bucaq sayını toplayaq. 4 plus 4, 8 eləyir. 4 vur 4, 16 eləyir. 4 vur 5, 20. 5 üstə gəl 3, 8. 5 vur 3, 15. 5 deməli, nə eləmək lazımdır indi burada? Biz dedik ki, özündən deməli, fiqurun bucaq sayından bir vahid çoxuna vuraq da. 4 bucaq idi, 5-ə vurdum. İndi 3 bucaqdır, 4-ə vurdum, oldu 20. İndi burada biz deməli 6 ilə 6-nın cəmi bizə 12 verməli idi. 6 ilə 6-nın hasili 36 verməli idi. 6-nı da 7-yə vuranda 42 verməli idi. Bu da C variantı. ...31 nömrəli sualda A variantı deməli nə veribdir? Oftalmoloq veribdir. Bu göz həkimidir. C variantı uroloq, böyrək həkimidir. Y kardioloq, ürək həkimidir. Qastroloq, mədə-bağırsaq həkimi idi. B variantı da nekroloq. Nekroloq da ölən şəxsin məlumatlarını verən adamdır da. Yəni, ölən şəxs haqqında məlumat verən. Həkim deyil. 32 nömrəli sual. Bu da uşaqlar kəsikdir. Deməli, siz əvvəlcə bilməliydiniz ki, burada ortada romb yaranacaq. Çünki siz bunu yuxarıya doğru atsaz, bu vəziyyət yaranmalıydı. Sağa doğru atsaz, deməli, bu vəziyyət yaranmalıydı. Aşağıya doğru da bu vəziyyət. Orta hissdə romb olmalıydı deyə C variantı silindi, B də silindi. Daha sonra uşaqlar, əvvəlcə siz nəyə fikir verməliydiniz? Sizə verilən kəsiyin özü aşağı sol tərəfdədirsə, o olduğu kimi əvvəlcə doğru variantın aşağı sol hissəsində olmalıdır, sonra açanda simmetriyasına baxaq. Məsələn, mən buradan baxıram ki, bu A variantında aşağı sol hissədə yoxdur. Bu D variantı aşağı sol hissədə yoxdur. Sonra C variantını zaten silmişdik, bir dənə Y qaldı burada. Yəni, baxın, yəni bu qatlama istiqaməti nədir? Bir dənə ortadan şaquli xətt keçir də, yuxarı ilə aşağı simmetrik olmalıdır. Bir dənə də ortadan şaquli xətt keçir də, sağla sol simmetrik olmalıdır. Ödəməyən variant səhvdir. Amma simmetriklik ödənilən variant ola bilər, forma düzgün olmaz. Ona görə nə etmək lazımdır? Əvvəlcə bunun özünün olduğu variantları axtarmaq lazımdır. Daha çətin suallardan biri də 33 nömrəli sualdır. Əslində biz bu kimi bir sual işləmişik uşaqlar. Hansı ki deyir 4 rəqəmli ədədin sonundan 7-ni silib əvvəldən 7-ni silib sona keçirsək, alınan ədəd əvvəlkindən 4158 vahid kiçik olacaq. Biz burada nə edirdik? Yəni əməliyyatı eləyirdik, onların fərqini 4158-ə bərabər edirdik. Amma orada deyir ki, konkret deyir ki, 4 rəqəmli ədəddir. Amma burada neçə rəqəmli ədəddir demir mənə. Sadəcə deyir ki, sonu 7 ilə bitir. Sonu 7-dir. 7-ni sondan götürüb əvvələ keçirsən, alınan ədəd əvvəlkindən 6 dəfə böyük olacaq. 6 dəfə böyük olacaqsa, bu deməli burada bölmədən, vurmadan istifadə eləmək lazım. Deməli, burada... Buyur. Bağışlayın, mən tapa bilməmişdim. Bayaq da yazanda tapa bilməmişdim. Sadəcə siz baxanda, mən səhvlərim yoxdur, baxdım. 267 ola bilər. Yox, bu demir axı neçə rəqəmli ədəddir. Amma əmin ol ki, 4 rəqəmli deyil. Niyə? Bax. Gəlin fərz eləyək ki, bizim bu ədədimiz A, B, C... 3 rəqəmli kimi götürdüm. Necə? 3 rəqəmli kimi götürdüm mən. 267, çevrəmdə də 762. Yox, əslində deyil o. Reallıq deyil, amma cavab ala bilərsən. Çünki səndən ikinci və üçüncü rəqəmlərin cəmini soruşur. Yəni, onun düzgün ola bilər o.
Amma sadəcə konkret o 3 rəqəmli ədəd deyil də, çünki elə bir 3 rəqəmli ədədimiz yoxdur. Niyə? Bax, mən ABC sonunda da bir dənə 7 qeyd edirəm. Ortada nöqtələri ona görə qoymuşam ki, yəni hər neçə rəqəmli ədəd olduğunu bilmirəm. Mən indi bu 7-ni götürüb əvvələ keçirsəm, olacaq 7 A, B, C və həmən o nöqtələr. İndi alınan ədəd əvvəlki ədəddən 6 dəfə böyükdürsə, bu deməkdir ki, alınan ədədi 6-ya böləndə əvvəlki A, B, C və s. nöqtələr və 7 bu ədədi verməli idi bizə, elə deyil? Bəli, müəllim. İndi gəl bölək də. 7 6-ya neçə dəfə bölünür? Bir dəfə. İndi A dəfə bölünməli idi də, elə deyil. Deməli A 1-dir. A 1-dir. Yazdım A-ya 1-i. İndi 1-i 6-ya vurduq, 6. 7-dən 6-nı çıxdıq, 1 qaldı. A da 1-dir də, onu yanına gətirəcəm, olacaq 11. Bir dəfə yəni. 11 6-ya 1 dəfə bölünür, deməli B də 1-dir. 1 vur, deməli B də 1-dir. 1-i 6-ya vuranda 6. Çıxanda nə qalır? 5. 5 bəli. B-ni də gətirdim yanına, yəni 1-i. 51. 51 6-ya neçə dəfə bölünür? 8. 8 dəfə. 8 deməli C 8 imiş. 8 6-nın 48. Çıxdıq nə qaldı burada? 3. 8-i də, yəni C-ni də gətirdim yanına. İndi 38 6-ya 7 dəfə bölünmür ki. Yəni bu C ilə 7-nin arasında deməli bir neçə dənə də rəqəm var. Sən bu cür davam eləsən, yəni o sənə lazım deyil, çox vaxtın gedəcək. Sadəcə bildin ki, səndən ikinci və üçüncünün cəmini soruşur. Soldan ikinci və üçüncünün cəmi, B ilə C-nin cəmi. Yəni 1 plus 8-i soruşur, o da 9 eləyəcək. Başa düşdünüz? Bəli, müəllim. Yəni sən bu cür davam eləməliydin, o qədər davam eləməlisən ki, sonda elə bir ədəd qalmalıdır ki, o 7-yə tam, 6-ya 7 dəfə bölünsün. Bəli, bildim. O 35 nömrəli sualımıza baxaq. Hə, burada da baxın uşaqlar. Bu da biraz Qovuş sözünün uşaqların az hissəsi bilir. Buradakı əlaqə budur ki, uşaqlar, dağdakı o boşluq mağara adlanır. Dağdakı o oyuq, boşluq mağara adlanır. Ağacdakı o boş hissə, ağacın gövdəsindəki boş hissə qoğuş adlanır. 36 nömrəli sual da həqiqətən həcminə görə belə vahiməli görünsə də çox asan bir sualdır. Çünki sizə burada deyir ki, bu KLM, NT ölkələrindən köçənlər var, ölənlər var və bu ölkələrə köçənlər var. Bir də doğulanlar var. Deyir, əhalisi azalan ölkə hansıdır? K ölkəsindən 1800 nəfər köçən var, 2200 ölən var. Nəticədə 4000 nəfər azalıb əhali. Amma bu ölkəyə gələnlər 5600-dür, doğulanlar da 3400-dür, bu da 9000 eləyir. 4000 azalma var, 9000-də gəlmə var bura. Deməli, azalmayıb ki, 5000 əhali artıbdır. El ölkəsində, deməli, xaricə köçən 4400-dür, ölənlər 3600-dür. Bu toplam bizə verəcək 8000-i. Amma yeni doğulan da eləcə 2900, bu ölkəyə köçənlər də 5100, 8000-dir. Yəni burada nə artım var, nə də azalma var. Sabit qalır. M ölkəsində 4200 köçənlər var, 2500 ölənlər var, 6700 azalıb, amma 9700 artım var. Deməli, M ölkəsində də əhali artıbdır, azalmayıbdır. N ölkəsinə baxsaq, deməli 5000 köç var, 3800-də ölən var, 8800 azalma var, 4800-də artım var. 8800-dən 4800 çıxanda N ölkəsinin əhalisinin sayı 4000 azalıbdır. Daha sonra 37 34. Bəli, mən sual buraxmamışam. Allah.
34'ü izah elədim. Dedim ki, o qoğuş məsələsi idi. Ay, üzr istəyirəm. Xatırladım indi. Hə, 34'ü görməmişəm. Baxın uşaqlar, 34'də nəyə fikir vermək lazımdır? Birinci baxan kimi C variantını silirsiniz. Nəyəsə görə bir neçə qarşıma çıxıb ki, uşaq deyir, mənim C niyə olmasın? C-nin həcminə bax bir. Yəni siz görürsünüz ki, birinci sətir eyni böyüklükdə olan kvadratlardır. İkinci də, üçü də eyni böyüklükdədir. Üçüncü sətirdə də eyni böyüklükdə olması üçün, yəni C-nin olması mümkün deyil. Və burada dəyişiklik necə olur? Baxın, elə bir ki, bu içində verilən kvadratların içində verilən, deməli, baxın, bu cür bir şəkil var. Bu aşağı sol tərəfi qaradır. Bu 90 dərəcə fırlanır kvadratın içində. Məsələn, 90 fırlatsaz ikinci vəziyyət, bir də 90 deməli fırlatsaz üçüncü vəziyyət olur. İçini 90 fırladırsınız, 90 dərəcə fırladırsınız və beləcə dəyişir görünür. İndi siz bu verilən şəkili 90 dərəcə fırlatsaz, deməli nə olacaq? Bu 90 dərəcə fırlanmadan deməli burada alınacaq, deməli nə? Ancaq A variantı alına bilir də, çünki aşağı sol tərəfə düşməli idi şəkil. A variantı. Raman xanım, başa düşə bildiniz? Deməli, keçdik, hansı sualda qalmışdıq? 35 dedik, 36 dedik. 37 nömrəli sual. Hə, bu da şəkil əlaqəsidir. Asan bir sualdır uşaqlar, baxın. Yəni sadəcə soldakı fiqur deformasiya olunaraq sağdakı vəziyyətə gəlibdir. İndi buradakı dairələrin, deməli, xətlərinin sayına fikir vermək lazımdır. O bir xətli dairədir. N 5 xətli dairədir. L 3 xətlidir, K 3 xətlidir, M 4 xətlidir, P də 2 xətlidir. Hər şey aydındır. Bir dənə 2 xətli var, bir xətli var, bir dənə 4 xətli, bir dənə də 5 xətli var. Bir xətli bilirsən ki, odur. Sonra 5 xətli bilirsən ki, N-dir. Sayıb dairələrin, xətlərinin sayı 5 xətli hansıdırsa, ora N yaz. 4 xətli hansıdırsa, ora M yaz. O da X-dir. İndi sən bildin ki, 2 xətlimiz də burada P-dir. Orada P yazdım. Yerdə qalan 2 dənə 3 xətlilər var ki, o 2 dənə 3 xətlinin uşaqlar, biri deməli L-dir, biri də K-dır. Biri L-dir, biri də K-dır. Amma bilmirsiniz hansı L-dir, hansı K-dır. Y-L də ola bilər, K da ola bilər, variantla işləyin bunu. Yəni bizim M-imiz X-dir. X-imiz M-dir. A variantı ilə Y-ni avtomatik silin. Y-imiz də L ilə K ola bilər. Ona görə B ilə C-ni sildiniz, D qaldı. (38) nömrəli sual. Deməli, uşaqlar, keçən ilin qəbulunda da belə bir sualdan istifadə olunmuşdu. Orada təhsil, bilik, yox, elm, bilik, təhsil bu cür sözlər verilmişdi ki, dedik ki, K ilə L-in cəmini soruşurdu. K ilə L-in cəmi də B-yə bərabər idi. Və orada demişdik ki, B ilə, məsələn, U-nun cəmi, elə U-nu veribsə, deməli B 9-dur. Ümumiyyətlə, 2 dənə toplananın biri cəmdə yaranıbsa, digəri 9-dur. Baxın, buradan siz görürsünüz ki, T ilə T-nin cəmi Ş-nı veribdir. Sol tərəfdən də T ilə T-nin cəmi əslində Ş eləyir. Sadəcə sağdan yadda bir qalır deyə Ş-nın üzərinə bir gələndə Q alınır. Və T ilə T-nin cəmi bildiniz ki, 2 rəqəmli ədəd eləmir də. 2 rəqəmli ədəd eləsəydi, T ilə T-nin cəmi 10 neçə eləsəydi, deməli bir dənə də əvvələ rəqəm çıxmalı idi. Deməli 2 rəqəmli ədəd eləmir T-lərin cəmi.
İki rəqəmli ədəd eləmirsə, onda uşaqlar bir dəqiqə baxın görün nə deyirəm sizə. Bizə eri verib 8. Er 8-dirsə, onda ilərin cəmi 4-dür. İlər 4-dür. Ə ilə unun cəmi də əni verirsə sizə, deməli unun özü 9-dur ki, sağdan da yadda 1 qalır. Olur 10. Onun üzərinə ə gələndə də yazırıq cəmdə ə 1 yadda. Yəni u 9-dur. T ilə T-nin cəmi 2 rəqəmli ədəd deyil. Ona görə sağdan yadda 1 qalmayıbdır və həmçinin də u 9-dursa S 9 ola bilməz, təkrarlana bilməz. Bəs niyə S ilə Ə-nin cəmi mənə Ə-ni verir? Çünki S 0-dır. Burada bizə demir ki, bir-birindən fərqlidir deyir də, 0-dan fərqlidir demir ki. İndi biz burada bildik ki, S 0-dır, I 4-dür, U 9-dur və s. T-nin ala biləcəyi qiymət neçə ola bilər? Deməli, uşaqlar, biz dedik ki, T ilə T-nin cəmi 2 rəqəmli ola bilməz deyə 5 və 5-dən çox qiymət verə bilmərik T-yə. 1, 2, 3, 4 mümkün ola bilərdi. Təkrarlanma da olmasın deyə biz 4-dən, 2-dən istifadə eləyə bilmərik. I 4-dür, T-yə 4 verə bilmərik. T-yə 2 versə, 2 ilə 2-nin cəmi Ş 4 eləyəcək. Yenə də I 4-dür deyə Ş 4 ola bilməz. İndi T-nin ala biləcəyi qiymətlər 1 ilə 3 ola bilərdi. İndi gəlin burada 3-ü yoxlayaq. 3-ü yoxlasaq, uşaqlar, 3 ilə 3-ün cəmi 6-dır. Onda Q-də 7 olar, sağdan yadda 1 qalıb deyə. İndi gəlin görək B-yə hansı qiyməti verə bilərik biz? Biz B-yə, B ilə 8-in cəmi bizə 2 rəqəmli ədəd verməlidir. 10 neçə verməlidir ki, yadda 1 qalsın ki, 9 plus 1 10 eləsin və Ə-nin özü də aşağı düşsün. Onda B 1 ola bilməz. 2 rəqəmli ədəd eləmir də 8 ilə 1-in cəmi. B-yə 2 versək, C 0 olar. Axı S 0-dır, C 0 ola bilməz. B-yə deməli 3 verə bilmərik, T 3-dür. 4 verə bilmərik, I 4-dür. 5 versək, C3 olar. Yenə də təkrarlanma olur. 6 versək, C4 olar. Yenə də təkrarlanma olur. 7 verə bilmərik, Q7-dir. 8 verə bilmərik, R8-dir. Həm də 8 versək, C6 olar. Ş6-dır deyə mümkün deyil. Eyni zamanda 9 da verə bilmərik, U9-dur. Deməli, biz B-yə T3 olduğu halda B-yə heç bir qiymət verə bilmirik. Deməli, T-ni 3 götürə bilmərik. T-ni biz 1 götürək ki, Ş 2 olsun. Ş 2 olsun. Deməli, 1 ilə 1-in cəmi Q bizə verəcək 3. 2, yadda da bir 3. İndi B-yə biz məcburuq ki, uşaqlar, B-yə biz burada artıq 7 verək. Niyə? Yenə də 1 verə bilmirik. 2 verə bilmirik. 3 versək C1 olar, mümkün deyil. 4 verə bilmirik. 5 versək, B-yə 5 versək, bu mümkün deyil. Niyə? Biz B-yə deməli, uşaqlar, 5 versək, 5 ilə 13 olur müəllim. Q da 3'dür. Bəli, Q 3'dür. Ona görə də biz məcburuq ki, B-yə burada 6 verək, 8, 9 vermirik, 7 də versək, deməli, C 5 olar, C 5 olar. Deməli, 6 verə bilmədik, C 4 oldu da, ona görə təkrarlanma oldu, məcburuq ki, 7 verək. 7 ilə 8-in cəmi 15, 5, 1 yadda. Onda biz ələrə nə deyə bilərik? Deməli, ələrə də 6 deyirik. 9 plus 6, 15, yadda da 1, yenə də 16. 6, 1 yadda, 1 ilə 1-in cəmi 2, o da 1, 3. Yəni, mümkün olan hal, mümkün olan versiya budur, uşaqlar. İndi sizdən B ilə Ş-nın cəmini soruşur, 7 ilə deməli 2, 9 eləyəcək. Yəni, çətin vaxt aparan suallardan biri də bu sualdır. 39 nömrəli sual. Bizim kitabda... Müəllim 7, 1, 8 eləyir. 7, 1 niyə?
T1'dir yox. Şeydir, okey, sorry. 39 nömrəli sual uşaqlar bizim deməli kitabda da var bu sual. Ümumiyyətlə bu günə kimi dildə deməli istifadə olunmamışdı. Amma eyni ilə bu sual yəni bizim kitabda da var. Sadəcə dəyişiklik nədir? Mağazalardan burada elə bir ki, bir dənə meyvə mağazası əlavə olunubdur. Deməli, burada bizə mən bu mağazaları kənardan qeyd edirəm ki, rahat şəkildə yaza bilək. Deməli, birinci sıra 5, 4, 3, 2, 1. 10, 9, 8, 7, 6. Baxın, bu mağazalar var. 3 dənə geyim mağazası var. Deməli, 3 geyim mağazası var. 2 ayaqqabı mağazası var. 2 kitab mağazası var. 1 meyvə, 2 dənə də restoran. Baxın, 1 dənə meyvə mağazası var, 2 dənə də restoran var. İndi uşaqlar, nəticədə bizə deyir ki, 3 nömrəli yerdə meyvə mağazasıdır və onun qonşuluğunda meyvə mağazasının qonşuluğunda ayaqqabı ilə geyim mağazası var. Aha. İndi biz bunu necə yaza bilərik? Biz bu meyvə mağazasının qonşuluğunda ayaqqabı ilə geyim var, amma bilmirik də sağ tərəfdə geyimdir, solda və yox. Bunun üçün məcburuq 2 düzülüş yazaq. Məsələn, 3-də meyvə mağazası varsa, 4-də geyim, 5-ə ayaqqabı. Ya da ki, 3-də meyvə mağazasıdır, 4-də ayaqqabı, 5-ə geyim. Daha sonra sizə məlumatlarda verilib ki, ayaqqabı mağazaları eyni sıradadır. Yanaşı deyil. Yəni 2 dənə ayaqqabı mağazası var da. İndi bunun biri yazılıbsa birinci sıraya, digəri də bu birinci sırada olmalıdır. Amma yanaşı olmamalıdır deyə üstdəki düzülüşə görə 5-ə yazacağam ayaqqabını, altdakı düzülüşə görə 1-ə yazacağam ki, yanaşı gəlməsinlər. Sonra deyir, geyim mağazalarının ikisi eyni sırada yanaşı gəlir. Sonra kitab mağazalarının da eyni sırada ikisi yanaşı gəlir deyir. İndi mən burada 2 dənə kitab mağazası var da, onun birini 5-ə yazıb, digərini növbəti sıraya yaza bilmərəm ki, yanaşı gəlməlidir. Və geyimlərin birini yazmışıq, digərini də bu sıraya yazanda yanaşı düşməz. Ona görə ikisi qalsın növbəti sıra üçün yanaşı. Məcburuq ki, restoranların ikisinin yanaşı gəldiyini deməyəcək. Biz restoranlardan birini 5-ə və yaxud da 1-ə yaza bilərik birinci sıra üçün. İndi ikinci sıraya bir dənə restoran, 2 dənə geyim, 2 kitab mağazası qalıbdır. Kitab mağazaları və geyim mağazaları yanaşı olmalıdır. Amma heç bir restoran, heç bir geyim mağazası ilə yanaşı ola bilməz demişdi mənə. Ona görə də biz bu deməli geyim mağazalarını 10-a, 8-ə, 19-a yanaşı yazıb, kitab mağazalarını 8 və 7-yə, restoranı 6-ya yaza bilərik. Ya da restoranı 10-a yazıb, kitab mağazalarını 9-8-ə, geyimləri 7-6-ya yaza bilərik. Mütləq restoran və geyim mağazalarının arasında kitab mağazaları olsun ki, yanaşı gəlməsinlər. İndi mən burada hər bir sıra üçün 2 düzülüş yazdım və buna əsasən sualı cavablandıraq. Məsələn, bizə burada deyir ki, restoranlar 1 və 6 nömrəli yerdədir. Hansı deyir mütləq səhvdir. Restoran 1-də də ola bilər, 6-da da ola bilər, 10-da da ola bilər, 5-də də ola bilər də. Yəni bu restoranın 1 və 6-da ola bilər. Yəni buna səhv deyə bilmərik. Sonra deyir ki, B variantında ayaqqabı mağazaları kitab mağazaları ilə yanaşıdır. Axı biz ayaqqabı mağazalarının ikisini də birinci sıraya yazmışıq. Kitab mağazalarının ikisini də ikinci sıraya yazmışıq da. Bunlar necə yanaşı ola bilər? Mümkün deyil ki bu. Ona görə B variantı mütləq səhv variantdır. Səhv bir fikirdir. Daha sonra 40 nömrəli sual. 40-42 nömrəli mətnə baxaq. Bu mətndə uşaqlar bizə deyir ki, deməli 7 dənə ölkəni, yəni Azərbaycan, Gürcüstan, Fransa, İtaliya, Almaniya, Rusiya, Türkiyə bu ölkələri təmsil edən
86, 89, 91, 96, 98 və 2000-ci təvəllüdlü 65, 70, 75, 80, 85, 90 kiloqram çəkiyə malik olan 8 dənə idmançı var. 7 dənə ölkə var. Bu ölkələri qeyd eləsəz, uşaqlar, Azərbaycan, Gürcüstan, Fransa, İtaliya, Almanya, sonra Rusiya, bir də Türkiyə. Yeddi dənə ölkə verilibdir. 8 dənə idmançı var. 7 dənə tarix verilibdir. Doğum tarixi 7 dənə də çəki verilibdir. Deməli, hansısa 2 dənə idmançının ölkələri də eynidir. Hansısa 2 idmançının çəkiləri eynidir. Hansısa 2 idmançının doğum tarixi eynidir. İndi burada görün sizə nə deyir? Deyir ki, 65 kiloqram çəkisi olan idmançılar A və B-dir. Deməli, A-nın da, B-nin də çəkiləri 65 kiloqramdır. Bunlar qalsın yadda. Ən gənc idmançı İtaliyanı təmsil edən D-dir. Deməli, İtaliyanı təmsil edən D-dir. Ən gənc idmançıdırsa, yəni bunun doğum tarixi ən sonları göstərməlidir. Bu da 2000-ci ildir. Və ondan 9 yaş böyük olan Almaniya təmsilçisi Y 75 kiloqram çəkiyə malikdir. Almaniyanı təmsil edən Y-dir, 75 kiloqram çəkiyə malikdir. Və bu İtaliya idmançısından 9 yaş böyükdür. 2000-ci ildə dünyaya gələndən 9 yaş böyük olan şəxs 91-ci ildə dünyaya gəlməlidir də. Ona görə Almaniya idmançısını, yəni Y-nin doğum tarixi 1991-ci il olacaq. Azərbaycan təmsilçisi A 1991-ci ildə anadan olub. Azərbaycan təmsilçisi 1991-ci ildə dünyaya gələn A-dır. Onun çəkisi də demişdik ki, 65 kiloqramdır. Sonra deyir, Rusiya təmsilçiləri, baxın, bir ölkəni 2 idmançı təmsil edir demişdim. Çünki 7 ölkə var, 8 idmançı var. Rusiya təmsilçiləri F ilə G-dir. Və doğulduqları illər fərqli olsa da, onları göstərən ədədlər eyni rəqəmlərdən təşkil olunmuşdur. Bu da 1989, 1998, 29, 1 dənə 1, 18. 1989-da da 29, 1 dənə 1, 18 var. Deməli, bu Rusiyanı təmsil edən idmançıların biri 1998, biri də 1989-cu ildə dünyaya gəlib. Amma hansı F, hansı G-nin doğum tarixidir bilmirik. Daha sonra da deyir ki, eyni rəqəmlərdən təşkil olunmuşdur. Yaxşı. 70 kiloqram çəkiyə malik Fransa təmsilçisi C 1989-cu ildə anadan olub. Fransanın təmsilçisi C 1989-cu ildə dünyaya gəlibdir. 1989 70 kiloqram çəkiyə malikdir. Ən ağır çəkili idmançı Türkiyə təmsilçisi H-dır. Türkiyənin təmsilçisi H-dır. Ən ağır çəkiyə malikdirsə, çəkilər arasında ən ağır çəki 90 kiloqramdır. İndi bu Türkiyə idmançısının doğum tarixini bilmirik. İndi uşaqlar, gəlin baxaq. Biz Gürcüstan idmançısının kim olduğunu bilmirik. Amma bir dənə kim qalıbdır? B qalıbdır da Gürcüstan üçün. Çünki 8 dənə idmançısı var. A-dır, C-dir, D-dir, Y-dir, F-dir, H-dir, elə deyil, G-dir, 7, bir dənə Gürcüstanı təmsil edən B qalır. 65 kiloqram çəkidəydi. Onun doğum tarixini bilmirik. Doğum tarixini də biz dedik ki, 1991-dən təkrarlanıb, 1989 təkrarlanıbdır. 2 dənə doğum tarixi qalıb. 1986, bir də 1996. Elə idi. İndi bunların hansı Gürcüstan, hansı Türkiyə idmançısının doğum tarixi olduğunu da bilmirik. Yəni, mümkün qədər dəqiq tapıla biləcək məlumatlar bunlardır, qeyd eləmişəm.
İndi gəlin sualları cavablandıraq. Aşağıdakılardan hansı mütləq doğrudur? Bir B C-dən ağır çəkilidir. Biz çəkilərə də fikir versək, çəkilərə də 65-ləri yazdıq, 70-i yazdıq, 75-i yazmışıq, 75-i yazmışıq. Deməli, qalıbdır burada 80, 85. D idmançısının çəkisi haqqında nəsə demişdi. 65 ən gənc idmançı İtaliyanı təmsil edən D və ondan 9 bölgün Almaniyanı təmsil edən Y 75 kiloqram çəkiyə malikdir. Onu bildik. D-nin çəkisi haqqında bizə hələ ki burada heç nə deyilməyibdir. Onda yaxşı çəkilərə baxanda bizə 7 dənə ədəd verilibdir də. 1, 2, 3, 4, 5. Çəki olaraq 6 ədəd verilibdir bizə. 1, 2, 3, 4, 5. 6 ədəd verilibdir. 8 idmançı üçün 6 ədəd verilibdir. İndi biz burada deməli dedik 65-lər təkrarlanır. 75-i, 70-i, 90-ı yazmışıq. 80, 85, 2 dənə ədəd qalıbdır. Onun biri İtaliya idmançısının çəkisi olacaq. Bilmirəm 80-dir ya 85. Amma həmən o 80-85-in ikisi də Rusiya idmançılarının çəkiləridir. Amma bilmirik də hansı F-dir, hansı G-dir. Amma D-dən mütləq 80 ya da 85-dən biridir. İndi uşaqlar, deməli, sualı cavablandıranda bir B C-dən ağır çəkilidir. C-nin çəkisi uşaqlar 80-85 ola bilər, amma B 65-dir. Bu doğru deyil ki, mütləq yanlışdır. F-in çəkisi G-dən çoxdur. F-in çəkisi 85 ya da 80-dir. C ilə F biri 80, biri 85-dir. F G-dən ağırdır, C F-dən ağırdır. Bu haqda heç nə deyə bilmirik. H B-dən 10 yaş böyükdür. Yəni biz dedik ki, B-nin doğum tarixini bilmirik də. H ilə B-nin doğum tarixləri 1996, 1986. 10 yaş fərqlə bu iki dənə doğum tarixi qalıbdır. Hansı B-dir, hansı H-dır deyə bilmirik. Ona görə indi H B-dən 10 yaş böyük də ola bilər, kiçik də ola bilər deyə dəqiq deyə bilmərik. 86-cı ildə doğulan idmançı D-dən ağır çəkilidir. 86-cı ildə doğulan idmançı H da ola bilər. H olsa, bu D-dən ağır çəkili ola bilmir axı. Amma B olsa, B olsa 86-cı ildə doğulan şəxs D-dən ağır ola bilmir. Amma H olsa D-dən ağır ola bilir. Bu da mütləq doğru deyil. Y yaşca C-dən kiçikdir. Y-nin deməli yaşı, biz dedik ki, Y 91-ci ildə dünyaya gəlibdir. C isə 89-cu ildə dünyaya gəlibdir. Y-nin yaşı, baxaq nə demişdi bizə? Kiçikdir. Əlbəttə, C 89-cu ildəndir, Y 91-ci ildən. Buna görə Y mütləq C-dən yaşda kiçik olur. 41-də deyir ki, aşağıdakılardan hansılarını müəyyən etmək mümkündür. B-nin yaşını tapa bilməmişik. 1986 da ola bilər, 96 da. F-in çəkisini biri tapa bilməmişik. Ya 2-3 ya da yalnız 3 ola bilərdi cavabımız. F-in çəkisini də 80-dir ya da 85-dir. Onu da dəqiq bilmirik deyə. 2-ni də tapmaq mümkün deyil. Yalnız 3-ü tapa bilirik. Gürcüstan təmsilçisinin çəkisini. Gürcüstan təmsilçisinin çəkisi 65 kiloqramdır. O da B-dir. İndi 43 nömrəli sual. 42-də hansı cavab variantındakı idmançılar yaşıddırlar? Yaşıddırlar, yəni eyni tarixdə dünyaya gəliblər. Azərbaycanla Almaniyanı deyir. Baxsaq, deməli, Azərbaycan 91-dir, Almaniyada 91-dir. Bu düzdür. Elə A variantı mütləq doğrudur. İkisi də 1991-ci ildə dünyaya gələn şəxslərdir. Keçdik 43-45 nömrəli suallara. 2024-ün ikinci qəbulunda da bu tipdə bir sual düşdü. Bu tipdə bir blok düşmüşdü.
Orada deməli ədədlər 1-dən 99-a qədər, 100-ə qədər 2 rəqəmli və 1 rəqəmli ədədlər idi. İndi burada isə uşaqlar sizə deyir ki, və burada verilən hərflərin hər biri 1, 2, 3, 4-dən düzəlmiş 2 rəqəmli natural ədədlərdir. Yəni 16 dənə hərf verilibdir. Mən 1, 2, 3, 4-dən də 16 dənə 2 rəqəmli ədəd düzəldə bilərəm. 11, 12, 13, 14. Sonra 21, 22, 23, 24. 31, 32, 33, 34. 41, 42, 43, 44 və s. İndi bizə deyir ki, burada hansı söz uşaqlar? Cer, noktaun, rast sözlərinin, hərflərinin qiymətləri cəmi neçədir? Baxaq, yazaq bura biz. Cer, noktaun, rast. Gəlin C hərfini araşdıraq. Görək C'nin qiyməti neçədir? Yəni əvvəlcə onu deyək ki, uşaqlar, burada verilibdir eyni rəqəmdən təşkil olunmayanlar. Yəni 11, 22, 33, 44 olmayanlar. Sonuncu rəqəmi 2 olmayanlar. Sonra cüt ədədlər. Sonra sonuncu rəqəmi 1 olanlar. Sonra üzərinə 1 gələndə 3-ə tam bölünənlər. 2-də 1 hissəsi 12-dən böyük olanlar və belə qruplara bölünüblər. İndi görək C bu qruplardan hansında var? Məsələn, C-nin özü 2-də 1 hissəsi 12-dən böyük olan ədədlərin içində var. Deməli, C-nin özü 24-dən böyük olmalıdır ki, 2-də 1 hissəsi də, yəni yarısı da 12-dən çox olsun. Sonra C-nin sonuncu rəqəmi deyir 1-dir. Onda deməli C-nin sonuncu rəqəmi 1-dirsə 31, 41 ola bilər. Sonra deyir ki, üzərinə 1 gələndə 3-ə tam bölünənlərin içində C yoxdur. Amma 41-in üzərinə 1 gələndə 42 3-ə tam bölünür. Deməli C-nin özü 31 olmalıdır. Çünki üstünə 1 gələndə 3-ə tam bölünənlərin içində C yoxdur. İndi Y-ni araşdıraq uşaqlar. Baxırsınız ki, Y-nin özü 2-də 1 hissəsi 12-dən böyük olanların içində yoxdur. Deməli, Y-nin 2-də 1 hissəsi 12-dən kiçik və yaxud da 12 ola bilər. Deməli, onda Y-nin özü 24-dən böyük deyil. Və Y-nin deməli, cüt ədədlər sırasında olduğunu bilirik. Və Y-nin eyni rəqəmlərdən təşkil olunmadığını bilirik. Yəni Y 11 deyil, 22 deyil və cüt ədəddirsə 13 ilə 23 də deyil, 21 də deyil. Deməli, Y-nin özü 12, 14 və 24 ola bilər. Sadəcə üstünə 1 gələndə 3-ə qalıqsız bölünənlər içində Y yoxdur. Deməli, Y-nin özü 12, 14 və 24 ola bilərdi. Amma bir dənə fikir verin. Sonuncu rəqəmi 2 olmayanların içində Y yoxdur. Sonuncu rəqəmi 2 olmayanların içində Y yoxdursa, deməli Y-nin sonuncu rəqəmi 2-dir. 12, 14, 24-lərin də bu üçündən sonuncu rəqəmi 2 olan 12 ədədidir. Deməli, bizdə Y-nin qiyməti oldu 12. R-i araşdıraq. R-in də 2-də 1 hissəsi 12-dən çox deyil. Deməli, R-in özü də 24-dən böyük ola bilməz. R-in sonuncu rəqəmi 1-dir. Deməli, 11 və 21 ola bilərdi. Amma R eyni rəqəmlərdən təşkil olunmayanların içində yoxdur. Deməli, R eyni rəqəmlərdən təşkil olunan sonuncu rəqəmi 1 olan ədəddir. O da 11-dir. B-ni araşdıraq. Yenə də uşaqlar B 2-də 1 hissəsi 12-dən çox olanların içində yoxdursa, deməli B-nin özü 24-dən böyük ola bilməz. Sonuncu rəqəmi 1-dir.
sonuncu rəqəmi 1 olan 24-dən böyük olmayan təkcə 21 qalıbdır. Deməli, R 21-dir. İndi gəldik knockdown sözünə. İndi burada nə deyir? 31, 12, 11 və 21-in cəmini tapın, yazın. Knockdown sözündən N-i axtaraq. Deməli, N-in də 2də 1 hissəsi 12-dən böyük deyilsə, 24-dən böyük ola bilməz bu ədəd. N-in özü cüt ola bilmirsə, 24, 22 deyil, 14 deyil, qaldı 13 ilə 23. Və N-in deməli, N üstünə 1 gələndə 3-ə tam bölünənlərin içində yoxdursa, 23 ola bilməz. Çünki 23-ün üstünə 1 gələndə 24 eləyir, 3-ə tam bölünür. Deməli, N-in qiyməti 13-dür. Onu araşdıranda o 2də 1 hissəsi 12-dən böyük eləyən ədəddir. Deməli, 24-dən böyükdür. Onun sonuncu rəqəmi 1-dirsə, 24-dən böyük sonuncu rəqəmi 1 olan 41-dir də. 31-dən istifadə eləmişik. Deməli, onun özü 41-dir. K-nı araşdıranda, deməli, K-nın 2də 1 hissəsi 12-dən çox deyilsə, 24-dən kiçik olmalıdır K. Və eyni rəqəmlərdən təşkil oluna bilməz. Deməli, 22 deyil. 14, 23, 24-dür. K cüt ədədlərin içində yoxdursa, 14 ilə 24 ola bilmir, qaldı 23. K 23-dür. D-ni araşdırsaq, D 2də 1 hissəsi 12-dən böyükdürsə, 24-dən böyük bir ədəddir D. Və cüt ədəddirsə, 32, 34, 42, 44. Təkrarlanan rəqəmlərdən təşkil olunmuyubsa, 44 ola bilməz. Qaldı 32, 34, 42. Sonra, deməli, bizə deyir ki, D, 32, 34, 42 olar. Çünki cüt ədəddir D. Daha sonra da sonuncu rəqəmi 2 olmayanların içində D yoxdur. Deməli, D-nin sonuncu rəqəmi 2 olmalıydı. Bu da 32 ilə 42-dir. Amma üstünə 1 gələndə 3-ə tam bölünənlərin içində də D yoxdur deyə, deməli, D 32 ola bilməz də. 32-nin üstünə 1 gələndə 3-ə tam bölünür. D 42-dir. A-nı araşdıraq. 2də 1 hissəsi 12-dən böyükdürsə, A 24-dən böyük olmalıdır. A eyni rəqəmlərdən təşkil olunmayanların içində yoxdursa, deməli, A-nın hər iki rəqəmi eynidir. Və A sonuncu rəqəmi 2 olmayanlardan ibarətdir. Ya zaten 24-dən böyük 2 eyni rəqəmdən təşkil olunan 33 ilə 44-dür. A cüt ədədlərin içində yoxdursa, deməli, A tək ədəddir, o da 33-dür. U-nu araşdırsaz, 2də 1 hissəsi 12-dən çox deyilsə, deməli, U 24-dən böyük deyil. 14, 22, 24-dür. U 2 eyni rəqəmdən təşkil olunmamalıdır. Yəni, 22 ola bilməz. Amma üstünə 1 gələndə 3-ə tam bölünməlidir deyə 14 olacaq da. 24-ün üstünə 1 gələndə 3-ə bölünmür. U da 14-dür. Bunu da tapdınız. N-i araşdırsaz, deməli, N 24-dən böyük deyil. 2də 1 hissəsi. Tapmışıq müəllim, 13-dür. N-i tapmışıq, bəli, bu 13-dür. İndi rast sözünü araşdırsaz, R-in qiyməti 11-dir, A-nın qiymətin 33 almışsınız. S-i tapsaz 2də 1-dən çoxdur. 2də 1 hissəsi 12-dən çoxdursa 24-dən böyükdür S. S cüt ədəddirsə 32, 34, 44 ola bilər. S 2 dənə eyni rəqəmdən təşkil olunmayanların içində yoxdur. Deməli, S 2 dənə eyni rəqəmdən təşkil olunmalıdır, 24-dən böyük olmalıdır və cüt ədəd olmalıdır. Ona görə bu 44 olacaq. T-ni araşdırsaz, T-nin özü də cüt ədəddir. 2də 1 hissəsi 12-dən azdır deyə 24 ilə 22 ola bilər.
T iki eyni rəqəmdən təşkil olunmayanların içində yoxdursa, T 22 olacaq. Bu hər bir hərfin qiymətlərini toplayırsınız, cavabı alırsınız. Növbəti sualımız 46 nömrəli sualdır. Baxın, deyir ki, tələbə mal alarkən birinci satıcıya pulunun yarısını verdi və daha 1 manat da ödədi. Sonra da ikinci satıcıya yerdə qalan pulunun yarısını verdi, sonra 2 manat da ödədi. Nəhayət, üçüncü satıcıya yerdə qalan pulunun yarısını verir, sonra da 1 manat verir və bunun pulu tamamilə qutarır. Yəni, hal-hazırda tələbənin pulu sıfırdır. Arxadan əvvələ gedək uşaqlar. Geridən əvvələ gedək. Hal-hazırda tələbənin pulu sıfırdır. Niyə sıfırdır? Çünki bu sonuncu 1 manatını da verib deyə sıfır qaldı. Bəs bu sonuncu 1 manat Tənlik kimi eləmək olar. 0,5x, uzun gedəcək. 0,250x. Çox uzun gedəcək. İndi hamının başa düşəcəyi dildə belə izah edin. Tamam. Yəni, mənim hal-hazırda 0 manat pulu qalıbsa, niyə 0 qalıb? Çünki 1 manatı verdikdən sonra 0 qaldı. Deməli, bunun 1 manat pulu qalmışdı da elə. Və o 1 manat qalmazdan əvvəl də bu pulunun elə bil ki, yarısını vermişdi. Yarısını vermişdisə, 1 manatı qalmışdısa, deməli, elə bunun pulu 2 manat olubdur ki, yarısını verib, yarısı qalıb. 2 manatdan əvvəl də 2 manat vermişdi ikinci satıcıya. Yəni, bunun pulu 4 manat imiş. Amma 4 manatdan əvvəl də yarısını vermişdi, yarısı qalmışdı da. Yəni, 8 idi ki, yarısını verdi, 4 qaldı. Sonra 2 manat da verdi, 2 qaldı. İndi bu 8-dən əvvəl də 1 manat vermişdi. 9 olubmuş bunun pulu. 9-dan da əvvəl yarısını vermişdi. Deməli, bunun pulu 18 olubdu. Yarısını verdi, 9 qaldı. Sonra 1 manat da verdi, 8 qaldı. Yarısını verdi, 4 qaldı. Sonra 1 manat da, sonra 2 manat da verdi, 2 qaldı. Yarısını verdi, 1 qaldı. 1 manat da verdi, 0. Və indi qısası bunu belə eləyə bilərdiniz. Üstünə 1, 0 idi. Üstünə 1 gəl, 2-yə vur. Üstünə 2 gəl, 2-yə vur. Üstünə yenə də 1 gəl, 2-yə vur. Və bu şəkildə tələbənin əvvəlcə 18 manat pulu olmuş deməli. Daha sonra uşaqlar 47 nömrəli sualda deməli belə bir kub verilibdir. Qəbullarda deməli çox qarşımıza çıxıbdır bu kub uşaqlar. Sizdən doğru olmayanı soruşur. Doğru olmayanı soruşur. Bir dənə 2-ni mən A-nın üstünə aşıtsam bu şəkildə qalacaq. 2 ilə C paraleldir. 1 ilə 3 paraleldir. Baxın, birinci şəkil doğru deyil də. 1 ilə 3 paraleldir. Götürüb bunları qonşu üz kimi verirdir. Səhvdir. Eyni zamanda 4 də səhvdir. Yenə də 1 ilə 3 paralel üzdür, qonşu üz kimi verirlər. Amma məsələn, 2-ni müzakirə eləsəz, 2, ikinci şəkildə 2-nin özü A-nın təpə nöqtəsinə birləşməli idi. Belə də verilibdir. Sonra 1-i 90 dərəcə aşırdaraq 2-nin yanına gətirsəz, baxın 1 bu şəkildədir. 1 də aşırsaz 2-nin üstündə uzanmış vəziyyətdə duracaq. Ona görə 2 doğrudur. 3-də də C ilə 1 qarşı-qarşıyadır. B C-nin altındadır. Bu 3 dənə üzü sola fırlatsaz, ya da ki 3-cü şəkli sağa aşırsaz 90 dərəcə, eyni ilə yuxarıda verilmiş şəkildəki vəziyyət alınır. Həmçinin 3-ün üstündə 2 verilmişdi də bizə. 3-ün də sağına A birləşir. 5-ci şəkildə tamamilə doğrudur. 3 ilə A şaquli yanaşı vəziyyətdə, 3 üstü 2 də verilibdir. Deməli, 5 də doğrudur. Bizdən doğru olmayanları soruşurdu. 1 ilə 4-dür. 8 nömrəli sual. Bu da bəsit sualdır. Bir neçə dəfə bu tipdə sual sınavına da salmışdım. Baxın uşaqlar, deyir, qutuda yalnız ağ, qırmızı, qara rəngdə şarlar var. Qutuda ağ şarlar qaralardan 1.4 dəfə çoxdur. Qırmızı şarlar da qaradan 2 dəfə çoxdur. Yəni, qaraların sayı x-dir. Qırmızılar qaralardan 2 dəfə çoxdur deyə 2x. Ağ şarlar da qaralardan 1.4 dəfə çoxdur deyə 1.4x-dir. Cəmi bu şarların sayı 4.4x-dir. Ən azı neçə şar var deyir. X elə bir ədəd olmalı.
olmalıdır ki 4,4-ə vuranda tam ədəd eləsin də. Çünki şarların sayı heç vaxt kəsr ədəd. Yəni 3,5 şar, 22,5 mümkün deyil. Ümumiyyətlə əşyadır, şəxsdir, bunların sayı həmişə tam ədədlə ifadə olunmalıdır. İndi biz burada şarların sayını ən az almalıyıq, amma tam ədəd almalıyıq. Onun üçün də x-in ala biləcəyi ən kiçik qiymət 5 olmalıdır ki, 5-i 4,4-ə vuranda 22 şar, ən azı 22 dənə şar olmalıydı qutuda. 49 nömrəli sual Photoshop idi. Uşaqlar, çətin bir Photoshop idi. Vaxt aparan bir Photoshop idi. 1-dən 6-ya qədər ədədləri sətir sütunlara düzməliydiniz. Amma elə düzməlisiniz ki, sətir sütunda təkrarlanma olmasın. Böyükdür, kiçikdir işarələri də ödənsin. Deməli, baxaq uşaqlar, burada nə etmək lazımdır? Ümumiyyətlə, həmişə Photoshop-da ən böyük və ən kiçik ədədlərin yerlərini axtarın. Çünki, yəni məsələn, burada ən böyük ədədimiz 6-dır. 6 elə bir damada olmalıdır ki, ətrafdakıların hamısından böyük olsun. 1 də elə bir damada olmalıdır ki, ətrafdakıların hamısından ən kiçiyi o olsun da. Yəni 1 nədənsə böyük ola bilməz. Məsələn, ikinci sətirdən başlasaz, 6-nı hara yaza bilərsiniz? Bura yox, bura yox, bura yox, bura yox, bura yox, ən sola. Çünki bunların hər biri ətrafdakılarından kiçik ola bilir. Yəni, hər bir, deməli, bu sağdakı digər 5 dənə damanın hər birindən böyük var ətrafında. Ona görə 6-nı yazsam olar, 6-dan böyük axı heç nə yaza bilmirik. Ona görə bunlar mümkün deyildir. Biri araşdıraq. İndi bu ikinci sətirdə mən biri elə yerə yazmalıyam ki, həmən dama ətrafdakıların hamısından ən kiçiyi olsun. O da ikinci sətir 4-cü damadır. Daha sonra, deməli, ən üstdəki sətirdə biz biri hara yaza bilərdik? Biz ən üstdəki sətirdə biri ən soldakı birinci damaya yaza bilərik ki, ətrafdakılarından ancaq kiçik olsun. Sonra, indi uşaqlar, mən birinci sətirdə 6-nı deməli, 2 dənə damaya yaza bilərəm. Ona görə keçək növbəti sətirdə 6-nı yerləşdirməyə, 1-i yerləşdirməyə çalışaq. Məsələn, 3-cü sətirdə 6-nı bura yaza bilmirik, bura yaza bilmirik, bura yox, bura yox, 6-nı bura yox, ikinci damaya 6 yaza bilirik. İndi burada 1-in yerini araşdırsaq, burada yox, burada yox, burada yox, burada yox, ən sağa 1 yaza bilirik. 3-cü sətirdə 6-nı araşdırsaq, uşaqlar, deməli 6 ya ən sağdadır, deməli burada olmamalıdır ya da burada ola bilər. 4-cü sütunda burada ola bilməz, ola bilməz, ola bilməz. Hə, burada 6-nı mən 2 yerə yaza bilərəm. Bu ikisinə də 6 yaza bilərəm. İndi bu 2 dənə sütunun ikisində də görək 6 başqa harasa, məsələn 4-cü sütunda 6 başqa harasa yazıla bilirdi. Deməli, yuxarıdan aşağıya yoxlasaq, birinci damaya yox, üçüncüyə də yox, A-nın yerinə də yox, A-dan da aşağı yaza bilməzdik. Deməli, bu sütunda 6-nı bu yazdığım yerdən başqa heç bir damaya yaza bilmirik. Məcbur 6 bu damada olmalıdır. Amma ən sağdakı sütunda mən 6-nı ən altdakı damaya da yaza bilirəm deyə buradan silib ən aşağıdakı damaya yazacağım. Biri araşdırsaq, məsələn, indi mən bu 3-cü sətir, 4-cü sətirdə biri hara yaza bilərəm? Birinci damaya yaza bilmirəm, 2-yə də yaza bilmirəm, 3-ə də, ən sağa da yox, 6-nın sağına 1 yazırıq. Ən sonuncu sətirdə biri hara yaza bilərik? Deməli, bura yaza bilmərik, burada yaza bilmərik, bura yaza bilmirik, biri burada yaza bilmərik, var. İkinci damaya 1 yazılır. Daha sonra, indi qaydaq ən birinci sətirdə 6-nı deməli mən ikinci damaya yaza bilmirəm, üçüncüyə yaza bilərdim, bir də 5-ci sütuna yaza bilərdim də 5-ci damaya. İndi bu 5-ci damada da, 5-ci sütunda da mən 6-nı deməli buradan başqa hara yaza bilərəm? D-yə də 6 yaza bilərəm, də elədir? D-yə də 6 yaza bilərəm. Yaxşı, bəs onda 3-cü sütunda mən 6-nı
Ən aşağıdakı damaya yaza bilmərəm, C-yə də yaza bilmərəm, üstünə də yaza bilmərəm, burada yaza bilmərəm, burada məcburam ki, ən üstdəki damaya 6 yazım, digərlərinə yaza bilmirəm deyə. Ona görə də deməli qayıdıb biz 5-ci sütunda 6-nı birinci damaya yox, D-nin yerinə yazacağıq. Yaxşı, bəs burada indi bu BCA-nın olduğu sətirdə 1 hara yazılmalı idi? 1 də ancaq və ancaq C-yə yazıla bilir. Bütün sütunlarda 1 və 6-nı qeyd elədik, bütün sətirlərdə də 1 və 6-nı qeyd elədik. İndi uşaqlar, gəlin biz 2 ilə 5-i araşdıraq. 6-nı 1-i yoxladıq. İndi 5-i araşdıraq, 2-ni araşdıraq. Çünki 2-dən kiçik ancaq 1 dama ola bilər, o da 1-dir. 5-dən böyük ancaq 1 dama ola bilər, o da 6-dır. Məsələn, mən birinci sətirdə 5-i deməli burada yaza bilərəm. Deməli, mən 5-i burada yaza bilərəm. İkinci sətirdə deməli, yenə də 5-i burada yaza bilərəm hal-hazırda. Deməli, burada yaza bilərəm. Üçüncü sətirdə 5-i burada yaza bilirik. Burada yaza bilirik. Digərlərinə yaza bilmirik. Çünki 5-i bura yazdımsa 5-dən böyük 6 yazmalıyım. Axı bu sətirdə 6 var. Daha sonra mən 5-i deməli 4-cü sətirdə bura yaza bilmirik. Bura yaza bilərik. Bura yaza bilmirik. Ən sağa da yaza bilərik. Sonra bu 5-ci sətirdə 5-i B-nin yerinə yaza bilərik. A-nın yerinə yaza bilərik. Ən axırıncı sətirdə deməli 5-i deməli 1-in sağına yaza bilərik. Digərlərinə yaza bilmirik. Ən axırıncı sətirdə 5 ancaq 1-in sağındakı damaya yazıla bilər. Yəni, bura yazıla bilər. 1-in sağına. Digər damalara 5 yazsam, 5-dən böyük 6 olmalıdır. 6 da yazılıb həmən sətirə. İndi 5-i bura yazdımsa, deməli mən 3-cü sətirdə bu sütundakı 5 üçün qoyduğum nöqtəni silirəm. 6-nın soluna 5 yazıram. Bura oldu 5. İndi 5-i bura yazdımsa, B-nin yerinə 5 yaza bilmərəm. Onda A-ya 5 yazaram. Daha sonra indi mən B-yə onda nə yazmalıyam? Məcburam ki, B-yə 4 yazım da. Çünki birinci sütunda, lap belə araşdırsaq, bu şəkildə araşdırsaq, yəni B-nin yerinə ancaq bu sütunda 2, 3, 4 qalıbdır. B yuxarıdan da aşağıdan da böyükdür deyə 4 olmalıdır. İndi deməli bu şəkildə yazdıq. İndi məsələn birinci sətirdə 5-i 2-dən yerin ikisinə də yaza bilirdik. Deməli, yaxşı, ən aşağıdakı sətirdə bəs biz 4-ü hara yaza bilərik? 5-in sağına. Niyə uşaqlar? Çünki mən digərinə 4 yazsam, 4-dən böyük 5 də, 6 da bu sətirdə var deyə yaza bilmirəm. Ancaq 5-in sağına 4 yaza bilirəm. Daha sonra, indi mən bu 4-ün olduğu sütunda, deməli 4-cü sütunda da, deməli 1, 4, 5, 6 var, 2 ilə 3 çatmır. Mən burada 1-in altına 2 yazsam, 2-dən kiçik 1 yaza bilərəm. Axı 1 də bu sağdakı sütunda var, təkrarlana bilməz. Ona görə məcburuq ki, biz bura 3 yazaq, 3-dən kiçik 2 olsun. Və bu 3-cü sətirdə ancaq və ancaq 4 qaldı. Bunu da yazdıq. İndi daha sonra nə edə bilərdik biz? Deməli, indi ikinci sətirdə, deməli, ikinci sətirdə yaxşı, 3-cü sütuna baxaq. Çünki daha çox rəqəm yazmışıq. 1, 4, 5, 6 yazmışıq. 2 ilə 3 qalır. 3-cü sütunda 2 ilə deməli 3 qalır.
2 ilə 3 qalır. Hər ikisinə 2 də yaza bilərəm, 3 də yaza bilərəm. Aha. Daha sonra deməli biz 5-ci sütunda görə 5-i hara yaza bilərik? Biz 5-ci sütunda 5-i deməli ən aşağıdakı damaya yaza bilmərik. 2-nin üstünə də yaza bilmərik. Çünki bura 5 yazsam 5-dən böyük 6 yazmalıyam, təkrarlanma olar. Ona görə ən üstdəki damaya 5 yazılır. Burada ən üstdəki damaya 5 yazılır. İndi burada yerdə qalır 1, 2, 5, 6 var. 3 ilə 4 qalır. 3 ilə 4 qalır. Mən ən aşağıdakı damaya 4 yazmışam deyə ən aşağıdakı sətrə. Aşağı 3, yuxarı 4 yazacağım. Ən axırıncı sətirdə 2 qaldı. Onda 5-in altına 3 yazılmalıydı. 5-in altına 3 yazılmalıydı. Daha sonra deməli bizim 5-ci sətrimizdə 1, 4, 5, 6 var. 2 ilə 3 çatmır. Yenə də 2 ilə 3 çatmır. İndi mən burada deməli nə edə bilərəm? Bu sətirdə 2 ilə 3 çatmır. Tamam. Yaxşı. İndi biraz da araşdırsaq uşaqlar. Biz ikinci sətirə 5-i hara yaza bilərik? İkinci sətirə biz 5-i ancaq 6-nın sağına yaza bilərik də. Elə deyildi. Bunu yazaq da nöqtə qoyduğum yerə 5-i yazaq. Bura 5-i yazdıqsa, indi 3-dən böyük 4-cü sətirdə 5, 6 yaza bilmirəm. Həmən üstündə 5, 6 var. 4 yazaram. 3-dən böyük 4 yazaram. Bunu da yazdıq. İndi deməli bizim 4-dən kiçik qiymətimiz 2 ilə 1 ola bilər. Çünki bu sətirdə 3 var. Amma C-nin də 1 olduğuna görə üstə mən 2 yaza bilirəm. Onda burada ancaq və ancaq 5-i ən sağdakı damaya yaza bilərik. Daha sonra deməli ikinci sütunda dedik ki bizdə 2 ilə 3 çatmır. Və bu sətirdə BCA-nın olduğu sətirdə də 2 ilə yenə də 3 çatmır. Ən sağdakı deməli ən sağdakı sütuna baxsaq, ən sağdakı sütunda 1, 5, 6 var, 4 çatmır. Məsələn, mən 4-ü deməli ən üstdəki damaya yaza bilərəm. Çünki digər 2 damaya 4 yazmışam. Ən üstdəki damaya 4 yazaram. Deməli qalır, digər 2 dama üçün 2 ilə 3 qalır. Üçüncü sütunda 1, 2, 4, 5, 6 var. Təkcə burada 3 çatmır. Onda ən sağdakı sütunda yuxarıdakı damaya 3 yaza bilmirəm. 2 yazıram, ən aşağıya 3. Soldakı boşluğa 2. Ən üstdəki ikinci sütunda ən üstdəki boşluğa 3. Deməli birinci sətirdəki boşluğa da 2. Bu şəkildə bütün damaları doldurmuş olduq. Və beləcə vaxt aparan bir sualdır. 50-ci sualda da uşaqlar deyir ki sizə deməli bu cədvəllərdə baxın uyğunluğu müəyyən edək. Birinci cədvəldə A üstə gəl B 15-dir. C üstə gəl 7. Yox, C üstə gəl A 7-dir. Biz bunu tərəf-tərəfə çıxsaq B çıx C 8 eləyər. Tərəf-tərəfə toplasaq C plus 2A plus B 22 eləyər. İndi bu B minus C 8 olan A'da var. C plus 2A plus B heç bir variantda yoxdur. Deməli 1-ə A uyğundur. 2-də B ilə A-nın cəmi 15-dir. C ilə B-nin cəmi 7-dir. Mən bunu tərəf-tərəfə çıxsam A minus C 8 eləyər. Alt-alta toplasaq A plus 2B plus A 22 eləyər. A minus C 8 B-də var. C plus 2B plus A-nın 22 olması da Y-də var. Deməli, B ilə Y 2-yə uyğundur. Üçüncü cədvəldə A plus C 15.
C plus B 7-dir. Tərəf-tərəfə çıxsaq A minus B 8, alt-alta toplasaq A plus 2C plus B 22. İndi burada A minus B'nin 8 olduğu C variantı var və A plus 2C plus B'nin 22 olduğu da D variantı var. Ona görə A, 1'ə A, 2'yə B'yə, 3'ə də C'dir və bu şəkildə bütün sualların izahına baxmış olduq. Bu qədər uşaqlar. Başqa bir sualınız var mı uşaqlar?